Növbəti 76-cı suala baxırıq. 76-cı sualda bizə tərs operator sualı verilibdir. Bizdən 2 operator 8-i tapmaq istəyir. Deməli dostlar, tərs operatoru belə həll eləyirdik. 2 operator 8 istəyirsə, elə bundan başlayırıq. 2 operator 8 yazırıq. Operatorun solu A-nı göstərir, sağı isə B-ni göstərir. A-nın yerinə 2, B-nin yerinə 8 götürürük. Düsturda harda A gördüksə 2 yazırıq, B-də gördüksə 8 yazırıq. Onda bizim ifadəmiz bu şəklində olacaq. 2 operator 8 bərabərdir. 2 vurulsun. B operatora, yəni 8 operator işarəsi 2 çıxılsın. 2 üstə gəlinsin, 2 vurulsun 8. Baxın bu şəkildə yazdıq. Növbəti dəfə, bu dəfə tərs operator olduğu üçün bir də tərsini götürürük. 8 operatoru 2-ni axtarırıq. Bu dəfə A-nın yerində 8, B-nin yerində 2 dayanır. Harda A gördüksə 8, B gördüksə 2 yazacaq. Onda 2 vurulsun. B operatora, yəni 2 operator 8 çıxılsın. 8 üstə gəlinsin, 2 vurulsun. B-miz 2-dir, 2 yazırıq. Bu ifadəni biraz da sadələşdirsək, buradan alırıq 2 operator işarəsi 8 bərabərdir. 2 vurulsun. 8 operator işarəsi 2 çıxılsın 18 və 8 operator 2 bərabərdir. 2 vurulsun. 2 operator 8 çıxılsın. Deməli, bu da eləyəcək bizdə 12. Və götürürük dostlar. Burada 2 operator 8-ə x deyirik. X əvəzləməsi veririk. Aşağıda da bu ifadədən var. Buna da x yazırıq. 8 operator 2 isə y əvəzləməsi veririk. Aşağıda da bu ifadədən var. Y-i gətirib aşağıda da qeyd edirik. Bu zaman biraz da sadələşdirsə ifadəmiz belə olacaq. X bərabərdir. 2 vurulsun y. 2 vurulsun y çıxılsın 18. Y də bərabərdir. 2 vurulsun x çıxılsın 12. Bizdən 2 operator 8 istəyir. Yəni bizdən x istəyir. Onda y-i əvəzləmə edib yoxa çıxardırıq. Onda x-imiz bərabərdir bizdə 2 vurulsun. Y-in yerinə y-imiz 2x çıx 12-dir. Mötərizədə 2x çıxılsın 12 yazırıq. Mötərizəni mütləq şəkildə qeyd eləməlisiniz. Əgər qeyd eləməsiniz, ifadə səhv gedəcək. Deməli dostlar, x bərabərdir 2 vurulsun 2x çıx 12 çıxılsın 18. Bu ifadəni sadələşdirsək alırıq. X bərabərdir 4x çıxılsın 2-ni 12-yə vuranda -24, bir də çıxılsın 18. Buradan da x-imiz bərabərdir 4x çıxılsın 24, 18 eləyir bizdə 42. Və 42-ni digər tərəfə keçirsək, işarəsi dəyişir, müsbət olur. X-i də sağ tərəfə keçirsək, 4x-dan x-in çıxanda 3x qalır. Buradan da x-i tapsaq, x bərabərdir. 42-ni 3-ə böləndə 14 qalır. Yəni, cavabımız 14 olacaq. Bu da bizdə A variantıdır. Növbəti dostlar, keçirik 77-ci suala. 77-ci sualda bizə ardıcıllıq sualı verilibdir. Ardıcıllıq sualında deməli dostlar, 1, 3, 11, 47 sual 1439 ədədləri verilib. Gəlin görək qaydası necədir. Ümumiyyətlə dostlar, bu tipli suallarda imtahanda baxsaz, kiçik ədədlərdən başlamaq məqsəd uyğun deyil. Çünki 1-dən 3-ün alınma üsulları çoxdur. 1-i 3-ə vurarıq, 3 alınar. 1-i 2-yə vurub, üzərinə 1 gələrsən, 3 alınar. Üzərinə 2, daha doğrusu bağışlayın, 1-i 2-yə vurub, üzərinə 1 gəlsən, 3 alınar. 1-in üzərinə 2 gəlsən, 3 alınar. Yəni, üsullar çoxdur. Ona görə ədəd harda böyüksə, həmin hissədən başlayırıq. 11-dən 47-ni birbaşa alsaq, 11-in üzərinə sən 36 gəlməlisən. Təbii ki, böyük ədəd gəlməkdənsə, nəyəsə vurmaq daha məqsədə uyğundur. Ona görə 11-i təxminən 4-ə vuraram ki, 47-yə yaxın olsun. 11-i 4-ə vuranda 44 eləyir, üzərinə 3 gəlsək 47 olur. Eyni qayda ilə 3-ü nəyə vuraram? 11-ə yaxın olsun. 3-ü 3-ə vuranda 9 eləyir, üzərinə 2 gələrik 11 olar. Bu qayda ilə baxsaq, geriyə qayıtdıqca 4-ə vur, 3-ə vur, onda azalan sıra ilə gedirsə 2-yə vurmalıyıq. 1-i 2-yə vuranda 2 eləyir, üzərinə 1 gəlsək 3 eləyər. Deməli dostlar, qayda belədir ki, 2-yə vur, 3-ə vur, 4-ə vur, növbəti vurğumuz 5-ə vurma olacaq. Üzərinə gəldiyimiz ədədlər 1 gəlmişik, 2 gəlmişik, 3 gəlmişik, növbəti üzərinə deməli 4 gəlməliyik. 47-ni 5-ə vuranda alacaq deməli 235, üzərinə 4 də gələndə alınır 239. Yəni, sual işarəsinin yerində 239 olmalıdır. Bu da A variantıdır. Növbəti dostlar, keçirik 78-ci suala. 78-ci sualda, baxın, bizə mühakimə sualı verilibdir. Yola çıxdığımız vaxt hamımız nazik köynəklərdə idik.
Amma bir neçə saatdan sonra gödəkçələrimizi geyinmək məcburiyyətində qaldıq. Cümlədən çıxan əsas nəticə aşağıdakilardan hansıdır? Deməli dostlar, biz buradan nəticə çıxarsaq, yola çıxdığımız vaxt hamımız nazik köynəklərdə idik. Amma bir neçə saatdan sonra gödəkçələrimizi geyinmək məcburiyyətində qaldıq. Geyinmək məcburiyyətində qaldıq deyirsə, deməli get-gedə hava soyuyur ki, artıq onlar soyuq olduqları üçün gödəkçəni geyməyə ehtiyac duyurlar. Yəni havanın soyuduğunu göstərir. Gəlin görək hansı variantda bu əks olunubdur. A-da deyilir ki, yol getdikcə havanın temperaturu yüksəlmişdi. Havanın temperaturu yüksələndə onlar gödəkçələrini geyinmək məcburiyyətində qala bilməzlər. Əksinə, havanın temperaturu aşağı düşübdür. B-də deyir ki, bəziləri soyuq havada gəzməyi xoşlayır. Tamamilə aidiyyatı olmayan bir cümlə verib. Gödəkçə indi dərdədir. Bu da uyğun deyil. Səyahətlər həmişə isti havada maraqlıdır. Bu da uyğun deyil. Y-də deyir ki, yol getdikcə havanın temperaturu aşağı düşmüşdü. Bəli, temperatur aşağı düşmüşdü ki, onlar gödəklərini geymək məcburiyyətində qalırlar. Yəni soyuq olmaması üçün gödəkçə geyinirlər. Buna görə cavabımız Y variantı. Növbəti dostlar, 79-cu suala baxırıq. Deyir ki, şəkildəki 3 kvadratın tərəflərinin uzunluqları olan ABC tam ədədləri bir-birindən fərqlidir. Bu 3 kvadratın sahələrinin cəmi aşağıdakilardan hansı ola bilməz? Ümumiyyətlə dostlar, birinci kvadratın tərəfləri deməli bizdə A-dır. Onda onun tərəflərinin hamısı A ilə qeyd edirik. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. İkinci kvadratın tərəfləri bizdə B-dir. Üçüncü kvadratın tərəfləri bizdə C-dir. Deməli, kvadratın tərəflərinin, kvadratları cəmi variantda göstərilib. Bizə deyir ki, verilən ədədlərdən hansı bu 3 kvadratın sahələrinin cəmi ola bilməz? Baxın, sahələrin cəmi bizdə A kvadrat üstə gəlsin B kvadrat üstə gəlsin C kvadratdır. Kvadratın sahəsi tərəfin kvadratı ilə götürülür. Birincinin sahəsi A kvadratdır, ikincinin sahəsi B kvadratdır, üçüncünün də sahəsi C kvadratdır. Cəmi şəklində göstərəndə bu cür göstəririk. İndi biz variantlara baxırıq. Məsələn, A variantına baxsaq 29 yazılıb. 29-u 3 kvadrat ədədin cəmi şəklində göstərmək olar. Məsələn, 2-nin kvadratı üstə gəlsin 3-ün kvadratı üstə gəlsin 4-ün kvadratı. 2-nin kvadratı 4 eləyir. Üzərinə 3-ün kvadratı 9 gələndə 13 alınır. Bir də 4-ün kvadratı 16 gələndə bizə 29 verir. Yəni A variantında ödənir. Bizdə isə deyir ki, göstərmək mümkün olmasın. B variantına baxırıq dostlar. B-də 50 verilib. 50-ni biz 3-ün kvadratı üstə gəlsin 4-ün kvadratı üstə gəlsin 5-in kvadratı kimi göstərə bilərik. 9, 16 və 25-in cəmi bizə 50 verəcək. C variantında 88 veribdir. C variantını hələlik saxlayıram. D variantında 101 veribdir. 101-i biz deməli 6-nın kvadratı, 8-in kvadratı və 1-in kvadratı kimi göstərə bilərik. 6-nın kvadratı 36, 8-in kvadratı 64, 1-in kvadratı da 1-dir. 36-nın üzərinə 64 gələndə 100 eləyir, bir də 1 gəlsə 101 eləyər. Yəni D variantı da mümkündür. Y variantında isə bizə deməli 110 veribdir. 110-u da biz göstərə bilərik. Deməli 1-in kvadratı üstə gəlsin 3-ün kvadratı üstə gəlsin 10-un kvadratı şəklində. 1, 9 və 100-ün cəmi bizə 110 verəcək. Deməli dostlar, A, B, D, Y variantlarını göstərə bildiyimiz üçün C variantını heç cür göstərmək mümkün olmayacaq. Deməli, cavabımız C variantıdır. Növbəti keçirik dostlar. 88-ci suala baxırıq. 88-də bizə deformasiya sualı verilib. Deformasiya sualının həll qaydası necə idi? Hər bir deyək ki, dairəyə neçə dairə birləşirsə, birinci bunu nömrələmə aparırdıq. Deməli dostlar, N-ə 2 dairə birləşir, P-yə 3-ü birləşir, T-yə 2-si birləşir, L-ə 3-ü, K-yə 1-i, M-ə də 3-ü birləşir. Eyni qaydada sağdakına baxsaq, deməli buna 1-i birləşir, altdakına 3-ü, X-a 2-si, Y-ə 2-si, Y-dən yuxarıdakına 3-ü, sağdakına da 3-ü birləşir. Ümumiyyətlə dostlar, bu tipli sualları həll edərkən əsas nəyə diqqət edirsiniz? Hansı az sayda birləşəni varsa, ondan başlamaq daha rahatdır. Baxın, biz burada baxırıq ki, ikisi birləşən 2 hərf var, 3-ü birləşən 3 hərf var, 1-i birləşənsə 1 dənədir, o da K-dır. Onda mən rahatlıqla sağdakı bizə verilən deformasiya fiqurunda aparıb 1 yazılana K yaza bilərəm. Dostlar, baxın, K mütləq nəyə birləşir? Yalnız L-ə birləşir. Onda burada da K-nın birləşdiyi dairəyə gətiririk, L yazırıq. L-ə başqa nələr birləşir? L-ə bir T birləşir, 2 xətli, bir də M birləşir, 3 xətli.
İndi dostlar, burada baxırıq ki, elə birləşən 2 xətli onda T-dir, elə birləşən 3 xətli bizdə olacaq onda M, digəri M. T-yə başqa nə birləşir dostlar? T-yə L-dən başqa P birləşir. Onda X-a biz T yazmışdıq. Buna digər birləşən nədir? P-dir. Burada gətirib P yazıram. Bir dənə yazılmayan hərfimiz qaldı. Bu da N-dir. Onda Y-ə də qalır bizdə N. Bizdən X, Y istəyir. Yəni T ilə N istəyir. Birinci T-ni, ikinci də N-i götürməliyəm. Buna görə doğru cavabımız D variantı oldu. Növbəti dostlar, keçirik 81-ci suala baxırıq. 81-ci sualda kubun iki görünüş variantını verib, digər bir görünüş variantını bizdən istəyir. Baxın, söhbət eyni kubdan gedir. Sadəcə kubu fırladaraq, hər dəfə müxtəlif istiqamətlərdən belə deyək ki, bizə görünüşünü təqdim edib. Deyir ki, kubu biraz da hərəkət etdirsək, başqa cür hansı formada görünə bilər, bunu tapın. Ümumiyyətlə dostlar, gəlin burada hərflər verilirsə, hərflərin bir-birinə birləşmə variantlarına baxaq. Məsələn, A hərfinin sağına nə birləşir, soluna nə birləşir, yuxarısına, aşağısına nə birləşir, buna əsasən tapırıq. Deməli dostlar, burada başlasaq. Baxın, burada B variantına fikir veririk. B variantında A-nın sol tərəfinə Y-in, baxın, Y hərfinin yan tərəfi birləşib. Y hərfinin yan tərəfi birləşib. Və burada da buna Y hərfi demək düzgün deyil, doğrusu. Baxın, bu hərf ki var, hərfə oxşar bir fiqurdur. Baxın bu. Bunun yan tərəfi birləşir. Burada isə A-ya həmin fiqurun baş tərəfi birləşir. Diqqət edirsiniz, A-ya həmin fiqurun deməli baş tərəfi birləşir. Ona görə B variantı bizdə doğru ola bilməz. B variantı yanlışdır. Sonra dostlar, baxın, burada A ilə C hərfinin birləşməsinə baxsaz, baxın burada. A-nın deməli sağ tərəfinə C baxın beləsinə birləşib. A-nın sağ tərəfinə C bu formada birləşib. C-nin açıq tərəfi yuxarı baxır. C variantında isə A-nın sağ tərəfinə C-nin deməli yenə C-yə baxın eyni formada görünür, amma C-nin deməli düz xətt tərəfi yuxarı baxır, açıq tərəfi aşağı baxır. Bu səbəbdən deməli C variantı bizdə yanlışdır. A-nın hər ikisində C sağındadır. Birində C-nin açıq tərəfi yuxarı baxır, birində isə aşağı baxır. Bu səbəbdən C variantı bizdə yanlış olacaq. Deməli dostlar, D variantına baxsaq, D variantında baxın, burada bizə belə bir hərf verilib. Bu Y hərfi kimi görünən fiqur, baxın, bunun bir görünüşü şərtdəki fiqurla eyni deyil. Baxın, görünüşü şərtdəki fiqurla eyni deyil. D variantında həmin fiqurun güzgü əksi verib. Fikirləşə bilərsiniz ki, bəlkə bu həmin fiqur deyil, bizə 6-cı hər hansısa bir fiqur təqdim olunub. Çünki dostlar, şərtdə bizə belə deyək ki, kubun 5 dənə üzünü veribdir. 6-cı üz, yəni əlavə bir dənə də başqa üz ola bilər. Baxın, şərtdə A var, V var, C var, L var, bir də Y hərfinin güzgü əksi şəklində görünən belə bir fiqur var. D variantında isə Y-nın güzgü əksi yox, Y-nın deməli özünü veribdir. Fikirləşə bilərsiniz ki, bəli, bu 6-cı üzdür, amma bizə bir dənə də yeni üz verilib, M hərfi də verilib. Ona görə 2 dənə yeni üz ola bilməz. Biz bu Y-ya köhnə verilən fiqur kimi baxsaq da, köhnə fiqurla bu eyni deyil. Yəni, onun güzgü əksidir. Bu səbəbdən D variantı da bizdə yanlışdır. Sonra dostlar, A variantına baxsaq, A variantında, baxın, bu işarə ilə A-nın birləşməyi, A-nın sağında, baxın, bu işarə bizdə deməli bu formada görünür. A variantında birləşmə bu cürdür. Yuxarıda bu ikinci şəklə diqqət eləsəz, baxın, mən bunu 90 dərəcə fırladıb göstərsəm, A baxın bu formada görünür. Bizdə bu işarəmiz, baxın, belə bir formada görünür. Onun deməli sol tərəfində bu formadadır. Deməli A variantında A hərfinin sağındadır həmin işarə. Şərtdə isə A hərfinin solunda verilib. Yeri düz olmadığı üçün deməli A variantı da yanlışdır. Qalır bizdə bir dənə Y variantı. Doğru cavabımız Y variantıdır. Növbəti keçid edirik. 82-ci suala baxırıq. 82-ci sualda dostlar, baxın, fiqurun bir negativi verilib, eyni zamanda güzgü əksi verilib. Baxın, birinci şəkildən ikinci şəkli almaq üçün nümunədə həm fiqurdan negativ alıbdır, həm də güzgü əksi alıbdır. Deməli dostlar, bu fiqurdan güzgü əksi alsam, yuxarıda göstərsəm, dairə solda aşağıdadırsa, dairənin tərsinə solda yuxarıda göstərirəm. Ox işarəsi sağ tərəfdə aşağı baxır, ox işarəsini sağ tərəfdə üzü yuxarı göstəririk. Eynən sağda verilən fiqurdakı kimi. Sadəcə ağlar qara olur, qaralar ağ olur. Yəni negativini alırıq. Eyni zamanda burada verilən fiqurun da, ikinci sətirdə verilən fiqurun da güzgü əksini tapmalıyıq. Güzgü əksini tapanda, deməli dostlar, baxın, üçbucaqlar bir-birindən əks formada olmalıdır.
Üçbucaq əks formada olanda, yəni ucu yuxarı baxır. Baxın, A-da, B-də, C-də, D-də üçbucağın ucu yuxarı baxır. Y variantında üçbucağın ucu bizdə aşağı baxır. Buna görə Y variantını çıxırıq. Ox işarəsinə baxsaz dostlar, ox işarəsi baxın burada yuxarı baxır, balaca ox işarəsindən söhbət gedir. Onda bizdə qarşılığı tərsinə aşağı baxmalıdır. A-da həmin ox işarəsi bizdə aşağı baxır, B-də də aşağı baxır, C-də amma həmin ox işarəsi yuxarı baxır. Bu səbəbdən C variantı da çıxır. D-də də aşağı baxdığı üçün həmin ox işarəsi ödənir. Ortada verilən ox işarəsinə baxsaz, ortada verilən ox işarəsi, baxın kənarda göstərirəm qarşılıqlıq olmasın deyə. Baxın, kənarda göstəririk, ox işarəsi bu formada verilib. Bunun deməli, şaquli güzgü əksi bizdə tərsinə baxın, belə bir formada görünməlidir. Üzbəüz formada görünməlidir. A-da, B-də ödənir. Zaten C-də əksi idi. C variantını çıxmışıq biz. C variantını çıxmışıq. Heç bunu yazmağa ehtiyac yox idi. Qalır bizdə deməli dostlar, A, B, D variantı. Fiqurun formasına baxsaz, fiqurun forması əks formada görünməlidir. Deməli dostlar, baxın, fiqurun formasını biraz rəngi qalınlaşdıraq, xətti qalınlaşdıraq. Baxın, fiqurun forması əksinə olanda, baxın, belə bir formada bizdə görünməlidir. Baxın, belə bir formada görünməlidir. Əksinə çevirəndə eyni bir, belə deyək ki, fiqurun güzgü əksini almışıq burada. Bu formada görünməsi bizdə A-da da ödənmir. A-da qabarıq isə yuxarıdadır. Bu səbəbdən A-da ödənmir, B-də ödənmir. Bu görünüşdə olan bizdə D variantıdır. Buna görə doğru cavabımız olacaq D variantı. Növbəti dostlar, baxırıq 83-cü suala. 83-cü sualdan hər bir fiqurdan ümumilikdə 6 ədəd olmalıdır. Bəziləri bir üçbucağın daxilində verilib, bəziləri də başqa bir üçbucağın daxilində verilib. Məsələn, biz burada baxsaq, baxın, bu üçbucağın daxilində qara rəngli kvadratdan 5 dənə var. Həmin fiqurdan biri də bizdə bu üçbucağın daxilindədir. Ümumilikdə 5, 1, 6 dənə qara rəngdə kvadrat var. Başqa fiqurları da izləyə bilərik bu qaydada. Məsələn, bizim ağ üçbucağımızdan burada 4 dənədir. Digər bir üçbucağın daxilində ağ üçbucaqdan 2 dənədir. 4 ilə 2-ni də cəmi 6 edir. Və yaxud da burada baxsaq bu hissəyə bizim ulduzdan bu üçbucağın içində 4 dənədir. Bu bir üçbucağın içində də 2 dənə var. 4, 2, 6 edir. Qara üçbucaqları izləsəz dostlar, qara üçbucağın içində deməli, daha doğrusu üçbucağın içində qara üçbucaqdan 4 dənə buradadır, ikisi də buradadır. Ümumilikdə 6 dənə edir. Dairələri izləsəz, dairələr, baxın, burada 3 dənə var, yuxarıda da 3 dənə var. 3, 3, bu da 6 dənə edir. Yəni, qısacası, hər bir fiqurdan 6 ədəd olmalıdır. Bizdə sağdakı bu fiqurun içərisində 4 dairə varsa, sualın içərisində də 2 dənə dairə olmalı ki, cəmi 6 eləsin. Buna görə ödənir bizdə B variantı. Yəni, doğru cavabımız B variantıdır. Növbəti keçid edirik 84-cü suala. Baxın, analogiya sualı verilib bizə. Xloroplast bitkilərə yaşıl rəng verən plastidlərdir. Leykositlər isə, dostlar, leykositlər isə deməli ağqan hüceyrələridir. Yəni, xloroplast yaşıl rəng verir, leykosit isə ağ rəng. Yəni, bu səbəbdən bizim doğru cavabımız olacaq burada B variantı. Növbəti keçirik. 85-87 sayılı sualları əhatə edən mətni oxuyuruq. Deməli, dostlar, mətndə nə deyilir? İlhamə, Sənubər, İlahə, Əminə, Talihə adlı qızlar, Həsən, Fəxrəddin, Tahir, Elmar və Mürsəl adlı oğlanlar Vanımda ilin nümunəvi tələbələri seçilmişlər. Onların seçildiyi illər 2015, 2014, 2013, 2012 və 2011-dir. Məlumdur ki, Həsən Elmardan bir sonraki il və Mürsəldən bir əvvəlki il nümunəvi tələbə seçilmişdi. Tahir 2012-də nümunəvi tələbə seçilmişdi. Fəxrəddin ilə Talihə, Mürsəl ilə İlhamə, Sənubər ilə Elmar eyni ildə nümunəvi tələbə seçilmişlər. Deməli, dostlar, biz buradan nələri qeyd edirik? Biz buradan bu sualı həll etmək üçün cədvəl çəkirik. Deməli, cədvəl çəkirik. 5 dənə ildən söhbət gedir. 5 ildən söhbət getdiyi üçün cədvəli götürürük. Baxın, 5 dənə sütuna bölürəm. 5 dənə sütuna bölürəm. Və buradan deməli illəri qeyd edəcəyik. İllər 2015, 2014, 2013, 2012 və 2011-ci illərdir. Və alt hissəndə 2 hissəyə bölürük. Buradan qeyd edirik. Deməli, qızlar və deməli, oğlanlar. Adlarını da burada qeyd edəcəyik. Bizə deyir ki, deməli, dostlar, Həsən Elmardan
bir sonrakı il və Mürsəldən bir əvvəlki nümunəvi tələbə seçilmişdir. Həsən Elmardan bir sonrakı il, deməli Həsən Elmardan sonradırsa, Həsən deməli Elmardan sonrakı il, baxın Həsən Elmardan sonrakı il və Mürsəldənsə bir əvvəlki il, Mürsəldənsə deməli bir əvvəlki il nümunəvi tələbə seçilmişdir. Növbəti cümlədə deyir ki, Tahir 2012-də nümunəvi tələbə seçilmişdir. Tahir deməli 2012-də gətirirəm oğlanların qarşısında Tahiri 2012-ci ilə yazıram. 2012-də nümunəvi tələbə seçilmişdir. Fəxrəddin ilə Talihə, Mürsəl ilə İlhamə, Sənubər ilə Elmar eyni ildə nümunəvi tələbə seçilmişlər. Deməli dostlar, biz bilirik ki, Fəxrəddindən Talihə, baxın burada yazırıq Fəxrəddin bərabərdir Talihə. Çünki onları eyni ilə yazacağam, bərabər qoydum. Mürsəl ilə İlhamə, Mürsəlin adı burada var deyə İlhaməni gətirirəm. Onun olduğu hissədə yazıram, İlhamə. Sənubər ilə Elmar, Sənubəri də deməli Elmarın olduğu hissədən yazırıq. Sənubər ilə Elmar. Deməli, eyni ildə nümunəvi tələbə seçilmişlər. Deməli dostlar, biz bilirik ki, 2012-ci ildə nümunəvi tələbə seçilən oğlan Tahirdir. Elmar, Həsən, Mürsəl isə ardıcıl 3 ildir. Onda 2012-də Tahirdirsə ardıcıl 3 il mən nə götürə bilərəm? 2015, 2014, 2013-ü götürə bilərəm. Ardıcıl 3 il budur. Və biz bilirik ki, Elmardan sonraki il Həsəndir, Həsəndən sonraki il Mürsəldir. Onda dostlar, biz Elmarı gətirib 2013 yazmalıyıq. 2013-dən sonraki il 2014-dür, 2014-də Həsəni yazmalıyıq. Həsəndən sonraki ildə də Mürsəl deməli nümunəvi tələbə seçilib. Mürsəli də gətiririk, deməli 2015 yazırıq. Və Mürsəlin nümunəvi tələbə olduğu ildə İlhamədə nümunəvi tələbə olub, İlhaməni də gətirib qeyd elədik. Elmarın olduğu yerə gətirib Sənubəri yazmalıyam. Sənubəri yazmalıyam. Oğlanlardan bir dənə adını yazmadığımız Fəxrəddin qaldı. Fəxrəddin üçün də bir dənə yer qalır oğlanların siyasında, deməli 2011-ə yazmaq. Fəxrəddin gətirik 2011-ə yazırıq. Və Fəxrəddinin nümunəvi tələbə seçildiyi ildə Talihə də nümunəvi tələbə seçilibdir. Talihəni də həmin ildə qeyd elədik. Biz buradan 2 nəfərin yerini tapa bilmədik. Qızlardan İlahə, bir də Əminənin hansı ildə nümunəvi tələbə seçildiyini tapa bilmədik. Yəni, verilən məlumatlara qədər maksimum məlumatımız bu qədərdir. Deməli, dostlar, 85-ə baxırıq. Deyir, aşağıdakilərdən hansı mütləq doğrudur? Tahir ilə Əminə eyni ildə seçilmişlər. Tahirlə Əminə yoxsa İlahə olduğunu dəqiq bilmirəm. Buna görə A variantını yaza bilməyəcəm. B-də deyir ki, Talih ilə İlahə eyni ildə seçilmişdir. Talih ümumiyyətlə burada yoxdur. Yəni, Talih adında oğlan yoxdur. Ona görə B variantında çıxırıq. C-də deyir ki, 2015-də İlhamə 2015-də deməli seçilmişdir. 2015-ci ildə. İlhamə bəli, biz tapmışıq ki, 2015-də seçilib. Buna görə C variantı doğrudur. Növbəti baxırıq dostlar 86-cı suala. 86-da deyir ki, verilənlərə əsasən hansı illərdə seçilən tələbələrdən hər ikisi də dəqiq olaraq məlumdur. Biz bilirik ki, deməli 2015, 2013, bir də 2011-də hər iki tələbəni tapa bilmişik. 2011, 2013, 2015. 11, 13, 15 bu da olacaq bizdə doğru cavab olaraq A variantı. Növbəti dostlar 87-ci suala baxırıq. Deyir, Əminə adlı tələbənin hansı il və kiminlə birlikdə ilin tələbəsi seçildiyinin bilinməsi üçün aşağıdakilərdən hansının bilinməsi kifayətdir? Deməli dostlar, Əminənin hansı ildə və kiminlə seçildiyini bilmək üçün bizə hansı məlumatı verməlidir? Biz bilirik ki, cədvəldə hər şey məlumdur. Bir dənə Əminə ilə İlahənin yerləri, illəri məlum deyil. Ona görə Əminənin haqqında məlumat bilmək üçün mənə İlahə haqqında məlumat verməlidir. Deməli dostlar, variantda İlahə haqqında məlumat harda verilibsə, həmin hissəyə baxırıq. D variantında deyir ki, İlahə Tahir ilə eyni ildə seçilibdir. Əgər desə ki, İlahə Tahir ilə eyni ildə seçilib, aparırsınız dostlar, İlahəni Tahirin olduğu ilə yazırsınız, yəni 2012-yə yazırıq. Bu zaman Əminə 2014-də və Həsənlə eyni ildə seçilən olacaq. Deməli, bu zaman Əminənin yerini tapa bilirik. Deməli, bizə D variantı verilməlidir. Yəni, İlahə Tahirlə eyni ildə seçilib. Yəni, bu ifadəyə ehtiyacımız var. Növbəti keçirik dostlar. 88-90-cı suala baxırıq. 2, 3, 4, 5, 6, 7, 8 çoxluğunun elementlərindən istifadə edərək
A vurulsun B bərabərdir C vurulsun D şərtini ödəyən ədədlər üçün 4 rəqəmli rəqəmləri fərqli ABC ədədləri yazılacaqdır. 88-də bizə deyir ki, neçə fərqli ABCD ədədi yazıla bilər? Bizdən bunu istəyir. Deməli dostlar, şərtimiz budur ki, A ədədini B-yə vuranda bərabər olsun C ədədinin D-yə vurulmuşu. Görək neçə üsuldan belə ədədlər ala bilərik. Gəlin başlayaq. Baxın, mən 2 ədədindən başlasam, 2-ni bu ədədlərin içində 6-ya vursam 12 eləyir. Eyni zamanda 3-ü də 4-ə vursam 12 eləyər. Deməli 2, 6, 3, 4 və bunun da öz aralarında yer dəyişmələrinə baxırıq. Deməli dostlar, A-ya 2, B-yə 6 yazsam, C-yə 4, deməli D-yə 3 də yaza bilərik. Bu ikinci hal. Bu dəfə A ilə B-ni yerini dəyişirəm. A-ya 6, B-yə 2 yazsam, C-yə 3, D-yə 4 yazıram və bir də A-ya 6, B-yə 2 yazsam, bu dəfə C-yə 4, D-yə 3 yazıram. Bu bizim 4 halımız. Sonra dostlar, növbəti baxırıq. Hansı hal yaza bilərik? Növbəti başqa bir variantı. Bu dəfə A-ya 3, C-yə 4 yazırıq. Daha doğrusu B-yə 4 yazırıq. 2, 6-nı C ilə D-yə yazırıq. 2, 6-nı C ilə D-yə. Deməli, A-ya 3, B-yə 4 yazıb 6, 2 yaza bilərik. Və yaxud da başqa variantı. A-ya 4, B-yə 3, C-yə 2, D-yə 6, A-ya 4, B-yə 3, C-yə 6, deməli D-yə 2 yaza bilərik. Bu da bizdə 4 hal oldu. Başqa bir variantı nə götürə bilərik? 4, 6, 24 eləyir. 3, 8 də bizdə yenə 24 eləyəcək. Bu variantı var. Bu variantla da bayaqki kimi 8 dənə hal yaranacaq. Gəlin baxaq. 8 dənə də hal, baxın, bu variantda yaranacaq. Yenə 4, 6, 8, 3 götürürəm. Bu dəfə 6, 4, 3, 8. Bir dəfə də 6, 4, 8, 3 yazırıq. Başqa bir variantı. Yenə baxın, yazıram. A vurulsun B bərabərdir bizdə C vurulsun D-yə. Bu dəfə deməli A-ya 8, B-yə 3. Bura 4, 6-nı yazırıq. A-ya 8, B-yə 3, 6, 4 yazırıq. A-ya 3, B-yə 8, 6, 4 yazıram. A-ya 3, B-yə 8, 4, 6 yazırıq. Deməli, 8 halda bu variantda oldu. Ümumilikdə 16 dənə hal alınır. Yəni, doğru cavabımız olacaq bizdə Y variantı. 89-da deyir ki, aşağıdakı verilən ədədlərdən hansı yuxarıdakı şərti ödəyir? Deməli, bu ədədlərdən hansı yuxarıdakı ədədlərin içərisində var? Deməli, B variantında 8, 3, 4, 6 olacaq. 8 üçün 24, 6 4-ündə 24 eləyir. Yəni, doğru cavabımız B variantıdır. 90-cı sualda isə yazıla biləcəyi ən böyük ABCD ədədinin rəqəmləri cəmi neçədir deyir. Ümumiyyətlə, dostlar, bu ədədlərə fikir versəz, ən böyük birinci rəqəm başlayır bizdə 8 ilə. Birinci rəqəmi 8, ikinci rəqəmi onda məcburdur 3 götürək. 8, 3 və 6, 4-ü götürə bilərik. Yazılan ədədlər içərisində ən böyüyü budur. Baxın, 8, 3, 6, 4 götürə bilərik. Və bizə deyir ki, yazılacaq ABCD ədədinin rəqəmləri cəmi neçədir? 8, 3, 6, 4-ü toplayanda alırıq 21. Yəni, doğru cavabımız D variantı olacaq. Növbəti dostlar, baxırıq 91-ci suala. 91-ci sualda 19-cu əsrdə yaşamış bir insanın anadan olduğu ilə göstərən ədədin üzərinə 6687 əlavə etdikdə, həmin ili göstərən ədədin rəqəmlərinin böyükdən kiçiyə düzülüşündən ibarət ədəd alınır. Bu şəxs neçənci ildə anadan olub, bizdən bunu soruşur. 19-cu əsrdə dediyi üçün dostlar, 19-cu əsr deyirsə, bu 1800 neçəncisi il olmalıdır. Yəni, bizim 4 rəqəmli ədədimiz 1-8 ilə başlayır. Digər rəqəmləri bilmədiyimiz üçün bura gətirib nöqtələr qoyuruq. Üzərinə gəlirik 6687 ədədini. Üzərinə 6687 ədədi gələndə, deməli, yuxarıda verilən ədədin böyükdən kiçiyə düzülüşü alınır. Böyükdən kiçiyə düzülüş deyəndə, onda bir rəqəmini gətirirəm, ən sona yazıram. Bir rəqəmini ən sona yazırıq. Və buradan diqqət etsəz, dostlar, 8 ilə 6-nı toplayanda 14 eləyir. Bu, əvvələ bir yadda verir. 1 ilə də 6-nın cəmi 7 eləyir. Əvvələ bir yadda gələndə birinci rəqəmə 8 düşür. Deməli, dostlar, bizim birinci rəqəmimiz 8-dir. Yəni, ən böyük rəqəm 8-dir. Onda bizdə olan bu nöqtələrin yerində 9 ola bilməz. Çünki bizim ən böyük rəqəmə 8 düşdü. Baxın, yenə təkrar edirəm bu hissəsini. 8, 6-nın cəmi 14 elədi, bir yadda verir.
1 ilə 6-nın da cəmi 7 edir. 1 yadda gələndə ilk rəqəmə 8 düşür. Böyükdən kiçiyə düzüldüyünə görə ən böyük rəqəmin 8-dir sənin. Yəni 9 rəqəmi bizdə iştirak eləmir. Deməli dostlar, biz keçirik nöqtəyə, baxırıq sonuncu nöqtəyə. Həmin nöqtə ilə 7-ni toplayanda 1 yazmışıq. Deməli bu bizdə 4 imiş ki, 4 ilə 7-ni toplayanda 11 eləyir. 1 yazırsan, 1 yadda düşür. 8-in üzərinə də 1 yaddan gələndə 9 eləyir. 9-un üzərinə nə gəlsən, həmin ədəddən bir rəqəm kiçiyini almış olacaq. Bizə deyirsiniz ki, dostlar, bu rəqəmlər böyükdən kiçiyə düzülmüş olur. 9-un üzərinə sən hansısa rəqəmi gələndə, məsələn, 9-un üzərinə 1 gəlmiş olsan, bura 9 düşər. 1 gəlmiş olsan, bura 0 düşər. Yenə böyükdən kiçiyə şərti alınmaz. Ona görə 9-un üzərinə 1-dən böyük rəqəm gəlmiş oluruq. Və 1-dən böyük rəqəm gələndə bu artıq bizə yadda verir. Deməli, sən 8 ilə 6-nı toplayanda 14 almışdan, bu sənə yadda verdiyi üçün bura səndə 5 düşəcək. Onda dostlar, rəqəmlər böyükdən kiçiyə düzüldüyü üçün, onda deməli bizdə burada da 5 rəqəmi var imiş, burada 4 düşməlidir. 8, 5, 4, 1 böyükdən kiçiyə düzülür və cəmləyəndə 5 ilə 8-in cəmi 13 eləyir, 1 yadda 14 yazırıq, yenə 1 yadda. 8, 6-nın cəmi 14 eləyir, 1 yadda da 15 düşür. Baxın, burada 5 gətirib yazmış oluruq. Yəni, bütün rəqəmləri tapa bildik. Deyir, bu şəxs neçənci ildə anadan olub? Bu şəxs 1854-cü ildə anadan olubdur. Növbəti dostlar, baxırıq 92-ci suala. Aşağıdakı toplama əməlində toplananlardakı rəqəmlərdən birinin yerinə səhvliklə fərqli bir rəqəm yazılmışdır. Bu rəqəm hər dəfə yazılanda eyni səhvlik baş vermişdir. Əgər bu xəta baş verməsəydi, bu 3 ədədin cəmi 8693 olacaqdır. Səhv yazılan rəqəm hansıdır? Bizdən bunu istəyir. Deməli dostlar, baxın biz 3 dənə ədədi toplamalıyıq. Baxın, ədədləri dəqiq hansılardan, rəqəmlərin hansılardan səhv və ya düz olduğunu bilmədiyim üçün mən bunu nöqtələrlə qeyd edirəm. Hansı rəqəmlərin doğru olduğunu biliriksə, gətirib burada yerinə qeyd edəcəyik. Əgər doğru variantda bu 3 ədədi toplasaydım, cəmimiz 8693 olmalıydı. Deməli dostlar, gəlin normalda bu ədədləri cəmləyək. Görək bu halda cəmləsək cəm neçə eləyir? 6, 7-ni toplayanda 13 eləyir. Üzərinə bir də 8 gəlsəm alıram. Deməli, 13-ün üzərinə 8 gələndə alıram 21. 2 yadda. 2, 6, 8 eləyir. 7 də gələndə 15 alınır. 2 yadda gələndə 17 eləyir. 1 yadda. 8, 7, 15 eləyir. Üzərinə 8 də gələndə 23 eləyir. 1 yadda da gələndə 24 olur. 2 yadda. 3, 2, 5 eləyir. 1 yadda da 6. 2 yadda da gələndə deməli bizə verəcək 8 qiyməti. Yəni bizim bu halda aldığımız cəm 8471-dir. Amma əslində olan cəm 8693-dür. Burada verilən cəm, baxın 8471 daha kiçik olduğu üçün, deməli biz böyük rəqəmlərin yerinə dəyişib neysə kiçik rəqəmlər yazmışıq. Belə deyək ki, orada səhv yazılan rəqəmin yerinə daha böyüyü olmalıdır. Yəni, buradan belə bir nəticəyə gəlirik. Bir də dostlar, bizə deyir ki, bu rəqəm hər dəfə yazılanda eyni səhvlik baş vermişdir. Yəni, bu rəqəmdən bir dəfə yox, bir neçə dəfə yazılıbdır. Onda bizim yanlış rəqəm 3 ola bilməz. Çünki 3-dən bir dəfə istifadə olunub. Ona görə 3-ü gətirirəm, olduğu kimi qeyd edirəm. Bizdə 2-dən, deməli, 1-dən daha doğrusu bir dəfə verilib. Ona görə 1-də yanlış ola bilməz. 1 də gətirib qeyd edirik. Burada dostlar, 2 yanlış ola bilməz. Çünki 2 yanlış olsa, əvvəldəki rəqəmləri baxın, toplayanda 3, 2, 1-in cəmi 6 eləyir. Sağdan 2 yadda gəlib 8 olur. 2 yanlış olsa, 2-dən daha böyük rəqəm yazmalı olsam, onda bizim birinci rəqəmimiz 8-dən böyük olar. Bizim isə birinci rəqəmimiz baxın, cəmdə 8693-dür. Birinci rəqəm 8-dir, yəni ödənir. Ona görə 2 burada yanlış rəqəm deyil. Yəni 2 doğrudur. Gətirirəm 2-lər də olduğu kimi yerinə yazıram. Onda qalır bizdə yanlış rəqəm ya 6-dır, ya 7-dir, ya da 8-dir. Baxın, bu 3 rəqəmdən biridir. Gəlin sonluğa baxaq. Baxın, 6, 7, 8-ə baxsam, 6, 7, 8-ə baxsam. Əgər mən 6 ilə 7-ni toplasam, 13 eləyər. 13 eləyər. Baxın, tutaq ki, 6 ilə 7 doğru rəqəmlərdir. Baxın, yazıram yerinə. 6, 7-ni cəmləsəm 13 eləyir. 13-ün üzərinə 0 gəlsəm 3 eləyər. Mən bura artıq 0 götürsəm, biz 8-in yerinə, baxın, burada 8 verilmişdi mənə, 8-in yerinə mən 0 götürdüm. Biz azaltmaq deyil, əksinə artırmalıyıq. Çünki bizim realda olan cəmimiz 8471-dən daha böyükdür. Ona görə mən 8-in yerinə 0 götürə bilmərəm.
8 mənim yanlış rəqəmim deyil. Aparıram 8-ləri onda olduğu kimi yerinə yazıram. Baxın 8-ləri aparıq yerinə qeyd edirik. Deməli 8-lər bizdə doğru rəqəmdir. Onda yanlış rəqəm ya 6 olmalıdır, ya da 7 olmalıdır. Baxın, bu dəfə mən 6-nı yanlış rəqəm kimi götürsəm, bu zaman 7 ilə 8-in cəmi bizdə olmalıdır 15. 7 ilə, baxın, 6-nı yanlış kimi götürsəm, 7-ni bura yazıram, tutaq ki, 7 doğru rəqəmdir. 8 ilə 7-in cəmi 15. 15-in üzərinə nə gəlsəm, sonu 3 ilə bitər. Bir də 8 gəlsəm, sonu 3 ilə bitər. Baxın, 6-ların da yerinə 8 yazsaq, 8-dən artıq yenə təkrarlanacaq. Yəni, əvvəldə bizim 8-imiz olduğu üçün təkrarən 8 istifadə edə bilməyəcəm. Ona görə, deməli dostlar, çünki elə bil ki, 8-lərin bəzilərini doğru yazmışıq, bəzilərini dəyişdirib yerinə 6 yazmışıq. Yəni, bu da ziddiyyət alınır. Ona görə biz 8-də götürə bilmərik, yəni 6 da doğru rəqəmimizdir. 6 da doğru rəqəmdirsə, deməli yanlış rəqəm bizdə 7-lərdir. 6-ları da yerinə olduğu kimi yazırıq. İndi baxırıq görək cəmi tamamlayan nə olmalıdır. 6 8-i toplayanda 14 eləyir. Üzərinə nə gəlsəm sonu 3 eləyər. 9 gəlsəm 23 eləyər. 3 yazaram 2 yadda. Burada da 2 6 8 eləyir. Deməli 2 yadda olacaq 10. Bir də üzərinə 9 gəlsək 19 eləyər. Yenə 1 yadda. 8 8 16. Bir də yadda 17. Üzərinə bir də 9 gəlsəm 26 eləyər. 6 yazıram 2 yadda. 3 2 1-in cəmi 6 eləyir. 2 yadda 8 olur. Deməli dostlar, baxın 9-ların yerinə bizdə 7-lər oldu. Daha doğrusu 7-lərin yerinə üzürü sayın bizdə 9-lar oldu. Deməli səhv yazılan rəqəm hansıymış? Səhv yazılan rəqəm 7 imiş. Buna görə cavabımız olacaq 7. Növbəti dostlar, keçirik 93-cü suala baxırıq. Yadigar sinif lövhəsinə bir natural ədəd yazır. Əgər bu yazı cüt ədəddirsə, silib yerini yarısını yazmalıdır. Tək ədəddirsə, silib yerinə 3 qatının 1 artığını yazır. Lövhəyə yazdığı hər ədədə bu əməliyyatları tətbiq edir. Ardıcıl olaraq tətbiq edir. Məsələn, yadigarın yazdığı ilk ədəd 3 olarsa, ikinci ədəd 10 olmalıdır, üçüncü 5 olmalıdır. Yəni dostlar, ilk yazdığı rəqəm 3 olsa, 3 tək olduğu üçün təkin yerinə təkin 3 qatının üzərinə 1 gəlir. Olur, baxın, bizdə 10. 10 artıq cüt olduğu üçün cüt olanda cütü 2-yə bölüb yazır. Baxın, 10-u 2-yə bölür, olur 5. Yəni, qaydası bu şəkildədir. Tək ədəd yazmışamsa 3-ə vurub 1 gələcəm. Cüt ədəd yazmışamsa 2-yə bölüb 5 alıram. Baxın, 2-yə bölüb, yəni bu şəkildə həll edirəm. Bizə deyir ki, dostlar, buna görə yadigarın lövhəyə yazdığı ilk ədəd 14 olduğuna görə 5-ci ədəd neçə olar, bunu tapın. Baxın, yazdığı birinci ədəd bizdə nədir? 14-dür. 14 cüt olduğu üçün 14-ü götürürük, bölürük 2-yə. Alırıq buradan 7-ni. Deməli, bizim ikinci ədədimiz oldu 7. Növbəti mərhələdə götürürük burada 7 ədədi bizdə tək olduğu üçün təki 3-ə vurub üzərinə 1 gəlməli idik. 3-ə vuranda 21 eləyir. Üzərinə 1 gələndə alırıq 22. Deməli, 3-cü ədədimiz olur 22. 22 cüt olduğu üçün 4-cü ədədi almaq üçün 22-ni bölürəm 2-yə. Cüt olanda 2-yə bölürdük. Alırıq 11. 4-cü ədədimiz 11-dir. 5-ci ədəddə 11 tək olduğu üçün təki 3-ə vurub üzərinə 1 gəlməliyəm. 3-ə vuranda 33 eləyir. 1 gələndə də alırıq 34. Deməli, nəhayət 5-ci ədədimiz bizdə olacaq 34. Yəni, doğru cavabımız 34-dür. Növbəti dostlar, keçirik buradan. Bu 93-cü sual idi. 94-cü suala baxırıq. 94-də deyir ki, memar planına görə Biləsuvar rayonunun yaşıllaşdırılması üçün iynəyarpaqlı, enliyarpaqlı ağaclardan və kollardan ibarət yaşıl tinklər parkı əkilməsi gərəkdir. Yaşıllaşdırma hər yaşıl tinkdən biri istifadə olunmaqla üçlü qruplar şəklində aparılır. 3 bitki qrupu təklif olundu. Birinci qrupa iynəyarpaqlı ağaclar, küknar və şam, ikinci qrupa enliyarpaqlı ağaclar, toz ağacı, palıd, cökə, üçüncü qrupa kollar, jasmin, yasəmən, itburna aiddir. Jasminin və yasəmənin inkişafında palıdın, itburnunun inkişafına, cökənin pis təsir etdiyi və şam cökə, şam toz ağacı, küknar palıd, küknar toz ağacı ağac cütlüklərinin uyuşmadığı məlumdur. Yuxarıdan verilənləri nəzərə alaraq yaşıllaşdırma üçün neçə mümkün variant olduğunu tapın. Deməli dostlar, biz yaşıllaşdırmanı qruplar şəklində aparmalıyıq. Hər qrupa bir iynəyarpaqlı, bir enliyarpaqlı və bir kol bitkisi götürməliyik. Lakin bizdə uyğunlaşmayan bitkilər var. Baxın, biz jasminlə palıdı eyni beldəki qrupda götürə bilmərik.
Yasəmənlə palıd, itburnu cökə, şam toz ağacı, küknar palıd, küknar bir də toz ağacını eyni qrupda belə ki götürə bilmərik. Bunları kənarda qeyd elədim ki, biz seçimlər aparanda, yəni rahatlıqla belə ki nələr uyğun gəlmir bunları göstərə bilək. Deməli dostlar, bir iynə yarpaqlı, bir enli yarpaqlı, bir dənə də kol götürməliyik. İynə yarpaqlılardan birinci küknarla başlayıram. Əgər mən küknarı seçsəm, iynə yarpaqlıdan tutaq ki, küknarı seçdik. Biz küknarla bilirik ki, baxın burada qeydlərimə baxsam, küknarla enli yarpaqlıdan palıdı götürə bilmərəm. Küknardan toz ağacını da götürə bilmərəm. Onda enli yarpaqlıdan küknarla toz ağacı, küknarla palıd uyğunlaşmırsa, bu zaman küknara cökə qalır. Deməli, biz küknarla cökəni götürə bilərik. Gətirəm qarşısına cökəni yazıram. Əgər mən cökəni götürmüşəmsə, enli yarpaqlıdan kolla hansı uyğun gəlmir? Cökə ilə uyğun gəlməyən şam var, bir də cökə ilə itburnu var. Düzdür? Deməli, cökə ilə bizdə itburnu uyğun gəlmirsə, cökə ilə biz jasmin götürə bilərik. Cökə ilə jasmin götürə bilərik. Bu bir variant. Başqa bir variant olacaq. Yenə küknar götürüb, sonra cökə götürüb, cökə ilə kollardan bir də yasəməni götürmək. Amma cökə ilə itburnu götürə bilməyəcəyik. Çünki onlar bir-biri ilə uyğunlaşmır. Sonra dostlar, bu dəfə biz iynə yarpaqlıdan şamı götürürük. Bu dəfə iynə yarpaqlıdan şamı götürsək, şam ilə enli yarpaqlıdan nə uyğun gəlmir? Qeyd eləmişik ki, şam ilə uyğun gəlmir bizdə cökə. Düzdürmü? Şam ilə cökə uyğun gəlmir. Və şam ilə baxın qeyd eləmişik ki, toz ağacı da uyğun gəlmir. Nə cökə, nə toz ağacı uyğun gəlmədiyi üçün şam ilə yalnız mən palıd seçə bilərəm. Şam ilə palıd seçə bilərik. Kollardansa diqqət eləsəz şam ilə kollardan uyğun gəlməyəni yoxdur. Baxın qeydlərdə yoxdur. Bizdə kollardan palıd ilə uyğun gəlməyənə baxsaq, palıdla jasmin, palıdla yasəmən uyğun gəlmir. Palıd ilə nə jasmin, nə yasəmən uyğun gəlmədiyi üçün biz palıd ilə yalnız itburnu ilə eyni qrupa ata bilərik. Buradan da gətiririk itburnunu yazırıq. Buna görə bizim baxın iynə yarpaqlıdan artıq başqa bir bitkimiz olmadığı üçün biz ancaq 3 dənə mümkün variant almış olduq. Küknar, cökə, jasmin bir qrupdur. Küknar, cökə, yasəmən bir qrup, şam, palıd, itburnu da bir qrup. Deməli, ümumilikdə 3 cür qrup yaratmaq mümkündür. Keçirik dostlar, nəhayət 95-ci sonuncu sualımıza. 6 nəfərin X, Y, Z, T, M, N-in yaşları ilə əlaqədar məlumdur ki, deməli, Z yaşca M, N-dən böyükdür, Y-dən kiçikdir. Gəlin dostlar, qeydlərimizi aparaq. Bizə deyir ki, Z yaşca M-dən N-dən böyükdür. Baxın, M-dən N-dən böyükdür. Lakin Z deməli Y-dən kiçikdir. M, N-dən böyük, Y-dən kiçikdir. Bir dənə bunu səlqəli yazaq dostlar. Baxın, bu sağ tərəfdən qeyd edeyim. Deməli, Z yaşca M-dən, N-dən böyükdür və Y-dənsə kiçikdir. İkincidə deyir ki, T yaşca M-dən kiçikdir. Deməli dostlar, T də yaşca M-dən kiçikdir. M-dən kiçikdir. X yaşca Y-dən kiçik, M-dən böyükdür. X deməli, baxın, ikinci ifadə ilə üçüncü ifadəni birləşdirsəm, X M-dən böyükdür, onda X-i M-dən böyük qeyd edirəm. X Y-dənsə kiçikdir. Baxın, Y-dən kiçik götürdük. Bizə deyir ki, bu ifadələrdən hansı mütləq doğrudur, hansı mütləq səhvdir, hansı isə doğru və ya səhv olmasını müəyyən eləmək mümkün deyil. Baxın, biz iki ifadə aldıq buradan. Bizə deyir ki, A variantında yaşca ən böyük Y-dir. Baxın, Y baxırsınızsa M-dən, N-dən, Z-dən böyükdür. Aşağıdakı ifadədə də T-dən X-dan da böyükdür. 6 nəfərdən Y 5-dən böyükdürsə, deməli, Y yaşca ən böyük şəxsdir. Yəni, birinciyə deməli A variantı gedir. İkincidə deyir ki, B-də deyir ki, X yaşca N-dən kiçikdir. X N-dən kiçikdir. Deməli, dostlar, biz bilirik ki, N Z-dən kiçikdir. X isə M-dən böyükdür. Burada N-in M-lə münasibətini bilmədiyim üçün mən X-in N-dən böyük ya da kiçik olduğunu deyə bilməyəcəm. Əgər mənə desək ki, M N-dən kiçikdir, daha doğrusu üzürsən, M N-dən böyükdür, X də M-dən böyükdür, hə, mən deyə bilərdim ki, X N-dən böyükdür. Baxın, mənə əlavə şərt vermədiyi üçün mən burada X ilə N-i müqayisə edə bilməyəcəm. Ona görə B variantını təyin eləmək mümkün deyil. Yəni, B variantı bizdə üçüncü uyğun gələcək. C-də deyir ki, T yaşca Z-dən böyükdür. T Z-dən böyükdür.
Deməli dostlar, biz bilirik ki, Z M-dən böyükdür, M də T-dən böyükdür. Baxın, buradan çıxan nəticə budur ki, Z M-dən böyükdür, M də T-dən böyükdür. Onda belə çıxır ki, T Z-dən kiçikdir. Bizə isə C variantında deyir ki, T yaşca Z-dən böyükdür. Bu ifadə yanlışdır. Buna görə C variantı mütləq səhvə uyğundur. Dördüncüdə deyir ki, D variantında deyir ki, T yaşca X-dan böyükdür. Deməli dostlar, T X-dan böyük ola bilməz. Çünki X M-dən böyükdür, M də T-dən. Dolayısıyla yolla X T-dən böyük olur. Ona görə T yaşca X-dan böyükdür ifadəsi yanlışdır. D variantı da yanlış olur, 2 uyğun gəlir. Y-də deyir ki, Y yaşca T-dən böyükdür. Ümumiyyətlə dostlar, Y hamısından böyükdür. Buna görə Y variantımızda doğru olacaq, birinci uyğun gələcək. Deməli, 1-də A, Y, 2-də C-dir, 3-də isə B olur. Baxın, doğru cavabımız bu şəkildədir. Ümumiyyətlə dostlar, bu imtahan belə deyək ki, kursumuzun bu ilə görə belə deyək ki, ikinci cəhd imtahanına görə sonuncu sınağıdır. Sizin hər birinizə uğurlar arzu edirəm. İnşallah imtahanda istədiyiniz nəticələri əldə edərsiniz. Sağ olun, salamat qalın. Salam əziz tələbələr, mən Lamiyə Qəhrəmanlı. Bugün sizə Master Alfa Tədris Mərkəzinin təşkil etdiyi Magistratura 2-ci cəhd ümumi sınaq imtahanı 5-in məntiq sualların izahını təqdim edəcəm. Elə isə dostlar, 46-cı sualdan başlayırıq. 46-cı sual fiqur cədvəlləri mövzusuna aid bir nümunədir. Burada dostlar, çarpaz şəkildə hər bir sətirdə fiqurlar bir-birinin üfüqi cüzcəksidir. Gəlin baxaq. Birinci sətrə baxsaq dostlar, birinci sətirdə birinci şəkillə üçüncü şəkil bir-birinin əksidir. Eyni qayda ilə ikinci şəkillə də, deməli ikinci fiqurla da sonuncu fiqur bir-birinin güzcü əksidir. Eyni ilə ikinci sətrə də baxa bilərik. İkinci sətirdə də yenə birinci şəkillə üçüncü şəkil bir-birinin güzcü əksidir və ikinci ilə də dördüncü bir-birinin üfüqi güzcü əksidir. Bu qaydada növbəti sətirlərdə ötürülmüş fiqurları da tapa bilərik. Deməli dostlar, birincinin güzcü əksi bizdə üçüncüdə olmalıdır. Baxın, bu şəkildə belə bir fiqur çəkirik və ikincinin də əksi dördüncüdədir. Onda ikinci şəkil bizdə baxın belə bir formada görünür. Dördüncü sətirdə də bizdə ikinci şəklin güzcü əksi verilib və onun əsasında itirilmiş fiquru da baxın bu formada tapırıq. Bu da bizə doğru cavab olaraq D variantını verir. Növbəti keçirik dostlar, 47-ci suala baxırıq. 47-ci sual bizdə qeyri-aşkar operator sualıdır. Deməli dostlar, qaydası A kvadrat çıxılsın 2B şəklindədir. Baxın, 7-nin kvadratı 49 eləyir. 49-dan 4-ün 2 qatını çıxıram, 8 çıxıram, 41 qalır. Eyni zamanda 9-un kvadratı 81 eləyir. 81-dən 3-ün 2 qatını çıxıram, 6 çıxanda 75 qalır. 8-in kvadratı 64-dən 7-nin 2 qatı 14 çıxanda 50 qalır. Və nəhayət 6-nın kvadratı 36-dan 5-in 2 qatını çıxırıq. 10 çıxanda qalır bizdə 26. Yəni doğru cavabımız Y variantı olacaq. Növbəti keçirik 48-ci suala baxırıq. 48-ci sual anaqram mövzusuna aiddir. A variantında qarpız yazılıb, B-də balqabaq, C-də yemiş, D-də qabıq, Y-də isə kartof yazılıb. Deməli dostlar, qarpız, balqabaq, yemiş, kartof. Bunlar hamısı tərəvəz növü sayılır, qabıqsa digərlərindən fərqlənir. Buna görə bizdə cavabımız olacaq D variantı. 49-cu sual dostlar, xəyali kəsiklər mövzusuna aiddir. Birinci baxın, bizə verilən vərəqi diaqonal istiqamətində qatlamışıq. Sonra aldığımız üçbucaqdan üçbucağın aşağı küncünü yuxarı hissəyə, baxın bu hissəyə qatlamışıq və ən sonda da deməli dostlar, biz qatlanmış hissələri geri açmalıyıq. Kəsiklər aparılandan sonra geri açmalıyıq. Geri açılanda dostlar, baxın birinci ən son qatladığımız hissədən başlayırıq. Bu hissəni geri açanda tərsinə formada belə bir üçbucaq alacaq aşağıda və üçbucağın da alt hissəsinə dairə var, biz də tərsinə üst hissəsində çəkirik. Ortada üçbucaq kəsiyi var və onun da qarşısında bir dənə də üçbucaq alınır və həmin üçbucaq böyüyür. Növbəti addımda dostlar, növbəti biz diaqonal güzcü əksi almalıyıq. Diaqonal güzcü əksi alanda ortadakı fiqur bizdə böyüyəcək, özü qədər böyüyür. Baxın, belə bir üçbucağa çevrilir. Yuxarıda olan fiqurun, baxın üçbucağın, nöqtələdiyim üçbucağın əksi düz qarşısında aşağıda alınmalıdır. Baxın, düz burada alınmalıdır. Dairə onun alt hissəsindədir. Dairə onun baxın düz qarşısında alınacaq və bizim burada gördüyünüz baxın bu işarələdiyimiz üçbucaq ki var,
Bunun da əksi düz qarşısında olmalıdır. Baxın, bunun da əksini düz qarşı tərəfində qeyd edirəm. İndi gəlin variantlara baxaq. Dostlar, burada Y variantında aşağıdakı kəsik fiqurları vermədikləri üçün Y variantı düz gəlmir. C variantında yuxarıda olan bu üçbucağı dairəni verməyibdir və burada əlavə fiqurlar verdiyi üçün C variantı düz gəlmir. Qalır bizdə 3 variant. A variantında bu içəridəki fiqura görə düz gəlmir. A variantında çıxır. Qalır bizdə B ilə D. D-nin yuxarı hissəsində, baxın, burada belə bir əlavə hissə veribdir. Bu üçbucaq olmalı idi, kvadrat olmalı deyil. Buna görə D-də gedir. Qalır bir dənə B variantı. Yəni doğru cavabımız B variantıdır. Növbəti dostlar, keçirik 50-ci suala. 50-ci sual sudoku sualıdır və bizdən A və B-nin cəmini istəyir. Deməli dostlar, gəlin başlayaq. Baxın, 3-cü sütuna baxsaq. 3-cü sütunda 1, 5 verilib, 2, 3, 4 çatmır. Deməli, baxın, bu nöqtə qoyduğumuz hissələrə biz 3 yaza bilmərik. Çünki həmin nöqtələrin olduğu beşlikdə 3 rəqəmi artıq var. Ona görə 3-ü aparıq yuxarı hissəyə qalır. Deməli, bizdə həmin sütunda 1, 3, 5 var, 2, 4 çatmır. A ya 2-dir ya da 4 olmalıdır. Hələlik bunu burada saxlayırıq. Baxın, bu beşliyə baxırıq. Solda olan bu beşliyə baxıram. Həmin beşlikdə 4-ü hara yazmaq olar? Baxın, bu damalardan heç birinə 4 yaza bilmərik. 4 bu zaman düşür bizdə yuxarıdakı damaya. Birinci sətirdə 4, 1, 2 var. Bizdə 3 ilə 5 çatmır. Birinci sətirdə, baxın, bu sətrimizdə 3, 5 çatmır. Bizim bu nöqtə qoyduğumuz damada 3 ola bilməz. Çünki həmin sütunda aşağıda 3 var. Buna görə bura 5 yazmalıyam. 3-ü də aparıb sol tərəfə yazmalıyam. 3 də sola gedir. B-yə gedib baxırıq dostlar. B-də B-nin olduğu beşlikdə, baxın, bu sağdakı beşlikdə 1, 5, 2 var, 3, 4 çatmır. B ya 3 ya 4 olmalıdır. B 3 də ola bilməz, çünki B-nin olduğu sətirdə bizdə 3 də var. Ona görə B-yə 4 yazırıq, aşağıdakı damaya 3 düşür. A-nın olduğu sütuna baxsaq, deməli dostlar, A bizdə ya 2 ya 4 ola bilər demişdik. Bunu da tapmaq üçün yenə köməkçi hissələrdən istifadə edəcəyik. Deməli dostlar, 4-cü sütuna baxsaq, 5 ilə 3 varımızdır, 1, 2, 4 çatmır. 1, 2, 4-dən 5-in alt hissəsindəki, baxın, nöqtə qoyduğumuz damaya biz 2, 4 yaza bilmərik. Çünki ikinci sətirdə 2 ilə 4 var. Bura 1 yaza bilərik. 5, 1, 3 varımızdır, 2, 4-ümüz çatmır. Biz 1-in alt hissəsinə də 2 yaza bilmərik. Çünki həmin beşlikdə 2 də var. Bura biz 4 yazmalıyıq. Altdakı damaya da 2 qiyməti düşməlidir. Yenidən 3-cü sütuna qayıdıram. 3-cü sütunda 1, 3, 5 var. Dedik ki, A ya 2 ya 4 olmalıdır. A-nın olduğu sətirdə sağında 4 də var. Buna görə A 4 də ola bilməz. A bizdə 2 olacaq. Deməli dostlar, A-nı, B-ni tapdıq. Bizdən bunların cəmini istəyir. 2 ilə 4-ü toplayırıq, alırıq 6. Yəni doğru cavabımız olacaq C variantı. Növbəti keçid edirik 51-ci suala. Baxın, analogiya sualı verilib bizə. Kompüterin monitoru olur. Yəni kompüterin bir hissəsi monitordur. Ağacın da üzərində yarpaq olur. Ağacın da bir hissəsi yarpaqdır. Kompüter özü cihazın bir növüdür. Ağac da bitkinin bir növüdür. Bu məntiqə əlaqə ilə B variantımız doğru olacaq. 52-ci sualda dostlar, baxın, anaqramda deməli kömür yazılıb. A-da kömür, B-də civə, C-də torf, D-də benzin, Y-də isə kerosin yazılıb. Deməli dostlar, kömür, benzin, kerosin, torf. Bunlar hamısı yanacaq növüdür. Civə isə yanacaq növü deyil. Buna görə B variantımız fərqli olacaq digərlərindən. Növbəti keçirik 53-cü suala baxırıq. Deməli dostlar, 53-cü sualda bizə fəza sualı verilibdir, kub sualı verilib. Bizdən uyğun olan variantı istəyir. Ümumiyyətlə dostlar, burada verilənlərə baxsaq, A variantında gördüyümüz plusdan, yəni şərtdə yoxdur. A variantında gördüyümüz plus işarəsindən ümumiyyətlə şərtdə yoxdur. Buna görə A variantı doğru ola bilməz. B variantında dairə X və qoşa düz xətt verilibdir. Qoşa düz xəttlə X-in birləşməsinə baxsaq, baxın dostlar, qoşa düz xəttlə X-in birləşməsi düz xətt X-a paraleldir. B variantında isə düz xəttin uc hissələri X-a tərəf baxır. Buna görə B variantı da yanlışdır. Keçid edirik C variantına. C variantında deməli bizə düz xəttlə ortasında dairə olan X forması verilibdir. Baxın, yuxarıdakı qoşa düz xətti 90 dərəcə fırladanda düz formada gəlir. Bir də 90 dərəcə döndərsək üfüqi görünür.
Bir də 90 dərəcə aşırdanda yenə şaquli formada görünür. Baxın, qoşu düz xəttlə x-in birləşməsi, dairəli x-in birləşməsi bu vəziyyətdədir. Sanki düz xətt həmin x-ə perpendikulyar baxır. C variantında isə düz xətt həmin x formalı, yəni fiqura dairəli x-ə paralel baxır. Buna görə C variantı da yanlış olacaq. Qalır bizdə 2 variant. D variantına baxsaq dostlar, D variantında adi x-dir, mərkəzində dairə olan x-dir və bizdə düz xəttlər olan fiqur eyni vaxtda verilib. Biz sonuncu fiquru paralel köçürmə eləyirik. Sonuncu üzü gətiririk əvvələ, paralel köçürmə vasitəsilə əvvələ gətiririk və verilən variantda verilən 3 dənə üzü eyni vaxtda görə bilirik. Ümumiyyətlə dostlar, burada verilən mərkəzində dairə olan x-la adi x simmetrik fiqurlardır. Digər düz xəttlər olan fiqurla x-in birləşməsinə baxsaq, yəni normal D variantında olduğu kimi görünür şərtdə, yəni bu ödənir. Bir də orientasiyaya yoxlayırıq. Orientasiyaya görə hər hansısa 3 üzün ardıcıl şəkildə belə deyək ki, yerləşməsi hər ikisi saat əqrəb istiqamətidirsə doğrudur. Hər ikisi saatın əksi istiqamətidirsə yenə də doğrudur. Amma biri saat istiqaməti, biri saatın əksidirsə bu yanlış olur artıq. Deməli dostlar, gəlin baxaq. Mərkəzində dairə olan x-dən başlayıram, digər x-dən keçirəm, gəlirik düz xəttlər olan fiqura. Saat əqrəbi istiqaməti verir. Burada da eyni ardıcıl verir, saat əqrəbi istiqaməti verir. Deməli, D variantı bizdə doğrudur. Y variantında verilən adi dairədənsə, ağ rəng dairədənsə heç şərtdə yoxdur. Yəni, olmayan fiqur verdiyi üçün Y variantı da çıxılır. Növbəti keçirik dostlar, 54-cü suala baxırıq. 54-də Akif, Bahar, Cəmilə, Dilbər, Elnur, Fuad, Günay və Habil eyni universitetin iqtisadiyyat, marketinq, idarəetmə və sosiologiya fakültələrində təhsil alırlar. Məlumdur ki, hər fakültədə 2 nəfər təhsil alır. Bahar sosiologiyada oxuyur. Cəmilə və Elnur eyni fakültədədir. Akif və Habil fərqli fakültədədir. Marketinq ixtisasında oxuyanlar oğlan deyil. Bizdən soruşur ki, aşağıdakilərdən hansı mütləq səhvdir? Deməli dostlar, gəlin oxuduqlarımızdan nəticə çıxaraq. Bizə deyir ki, hər fakültədə 2 nəfər təhsil alır. Bahar sosiologiyada oxuyur. Deməli dostlar, Baharın sosiologiyanın qarşısına gətirib Baharı qeyd eləyirik. Bahar sosiologiyada oxuyur. Cəmilə və Elnur eyni fakültədə oxuyur. Biz fakültəni bilmədiyimiz üçün cədvəldə qeyd eləyə bilməyəcəyik. Amma kənarda qeyd eləyə bilərik ki, Cəmilə bərabərdir Elnur. Yəni onlar eyni fakültədə oxuyurlar. Akif və Habil fərqli fakültədədirlər. Yenə fakültəni bilmədiyim üçün cədvəldə yaza bilmirəm. Kənarda yazırıq ki, Akif bərabər deyil Habil. Yəni, onlar fərqli fakültədə oxuyurlar. Marketinq ixtisasında oxuyanlar oğlan deyil. Deməli, marketinqdə oxuyanlar qızlardır. Buradan qeyd edirik ki, qızlardır. Ümumiyyətlə, dostlar, gəlin baxaq. Qızlar 4 nəfərdir. Biri Bahar, biri Cəmilə, Dilbər və Günay. Biz bilirik ki, Bahar sosiologiyadadır. Yəni, marketinqə Baharı yaza bilmərəm. Cəmilə və Elnur eyni fakültədədir. Marketinqdə isə yalnız qızlar oxuyur. Cəmiləni əgər marketinq götürsək, onda Elnur da götürməliyik. Elnur olduğuna görə, buna görə marketinq yaza bilmirəm. Onda 2 nəfər qızlar qalır, Dilbər, bir də Günay. Deməli, marketinq oxuyan Dilbər və Günaydır. Qeyd eləyirik. Dilbər və Günay. Deməli, bunlar marketinq oxuyurlar. Cəmilə və Elnur eyni fakültədir. Ya hər ikisini iqtisadiyyata yazmalıyam, ya da hər ikisini idarə etməyə yazmalıyam. Bunun haqqında dəqiq məlumatım olmadığı üçün aparıb yaza bilmirəm. Akif və Habil fərqli fakültələrdə oxuyurlar. Fərqli fakültə olduğu üçün mən Cəmilə Elnur cütlüyünü ya iqtisadiyyata qoysam, bu zaman Akif Habildən biri idarə etməyə düşər, biri sosiologiyaya düşər. Cəmilə Elnuru idarə etməyə qoysaq, Akif Habildən biri iqtisadiyyata, biri sosiologiyaya düşər. Bunu bilmədiyimiz üçün yerlərini təyin edə bilmirik. Bizdən soruşur ki, aşağıdakilərdən hansı mütləq səhvdir? Elnur İqtisadiyyat fakültəsində oxuyur. Bu haqda dostlar məlumatımız yoxdur. İkincisində deyir ki, Bahar və Habil eyni fakültədə oxuyurlar. Bu haqda da məlumatımız yoxdur. Habilin ixtisası idarə etmədir. Habilin ixtisası dostlar idarə etmə də ola bilər, digər fakültələrdə ola bilər. Bunu da dəqiq bilmirik. D-də deyir ki, Cəmilənin ixtisası sosiologiyadır. Dostlar, Cəmiləni sosiologiyaya yaza bilmərik, çünki Cəmilə, Habil, daha doğrusu Elnur eyni fakültədə oxuyur. Cəmilə ilə Elnur eyni fakültədir. Sosiologiyaya yazsaq, artıq sosiologiyada Bahar var. Yəni, bu ikisini də oraya yazsaq 3 nəfər olar. Bizə isə şərtdə deyir ki, hər fakültədə 2 nəfər oxuyur. Ona görə Cəmilə sosiologiya ola bilməz. Yəni, D variantı bizdə yanlışdır. Növbəti keçid edirik dostlar.
55-ci suala baxırıq. 55-ci sualda qanunu müəyyən etməliyik. Baxın, kvadrat verilib. Kvadrat 8 bərabər hissəyə bölünübdür. Burada yazılan hissə neçə hissəyə bölündüyünü göstərir. Məxrəcdə yazılan 2 neçə hissənin qara olduğunu göstərir. Üstə gəlinsin 6 neçə hissənin ağ olduğunu göstərir. Deməli, biz dostlar, qayda kimi çıxarsaq, ümumi hissələrin sayını bölürük qara rəngdə olan hissələrin sayına, üzərinə gəlirik ağ rəngdə olan hissələrin sayını. Yəni, hesablama bu şəkildə olur. Eyni qayda ilə ikinciyə də baxsaz, fiqur 8 bərabər hissəyə bölünübdür. Bunlardan 4'ü qara, 4'ü də ağdır. Deməli, ümumi hissə sayını yenə qaranın sayına bölüb üzərinə ağı gəlməliyəm. Bu məntiqlə baxsaq dostlar, fiqur bizdə deməli 1, 2, 3, 4, 5, 6. 6 bərabər üçbucağa bölünübdür. Onda ümumi hissə sayını surətdə yazıram. Qara hissələrin sayını məxrəcdə yazmalıyam. 3 qara hissə var. Üzərinə gəlinsin, ağ hissələrin də sayını üzərinə gəlirik. Deməli, 6 bölünsün 3, üstə gəlir 3. Bu da bizə verəcək 5 qiyməti. Yəni, doğru cavabımız olacaq D variantı. Növbəti dostlar, 56-cı suala baxırıq. 56-cı sualda kubun 2 görünüş formasını verib bizdən açılış formasını istəyir. Ümumiyyətlə dostlar, burada fikir versəz, fiqurların birinci görünüş formasına diqqət edəcəyik. Baxın, ürəklə burada plus şəklində verilən fiqur ki var, ürəyin uc hissəsi həmin fiqura baxar. A variantında ürəyin uc hissəsi boş kvadrata baxar. Buna görə A variantı yanlışdır. C variantında əgər ürəyi 90 dərəcə fırlatsam sola, ürək bizdə, baxın, bu vəziyyətdə olur. Bu iki fiqurun birləşməsi belədir ki, ürəyin yan tərəfi həmin plus şəklində olan fiqura birləşibdir. Amma şərtdə ürəyin uc hissəsi həmin fiqura baxır. Bu səbəbdən bizdə C variantı da yanlışdır. Lakin D variantında, Y variantında bu şərt ödənir. Bu dəfə üçbucağa baxırıq dostlar. Üçbucağın uc hissəsi, burada diqqət edirsinizsə, qara kvadrata baxır. B variantında üçbucağın uc hissəsi bizdə ürəyə baxır. Bu səbəbdən B variantı yanlışdır. D variantında üçbucağı 90 dərəcə fırlatsaq, üçbucağın uc hissəsi bizdə yenə həmin plus şəklində olan fiqura baxır. Amma şərtdə kvadrata baxır. Bu səbəbdən D variantı da yanlışdır. Qalır bizdə bir dənə Y variantı. Yəni, doğru cavabımız Y variantıdır. Növbəti keçid edirik dostlar. 57-ci suala baxırıq. 57-ci sualda cədvəldə bir bölgədə yetişdirilən 5 bitki, bu bitkilərin yetişdirdikləri sahə, yəni hektarla göstərilib və bu sahələrdən əldə edilən məhsuldarlıq verilmişdir. Deməli dostlar, bizə deyir ki, aşağıdakı diaqramda 1 hektar ərazidən əldə edilən məhsuldarlığa görə bitki növləri sıralanmışdır. Buna görə X ilə hansı bitki növü göstərilmişdir? Bizdən bunu soruşur. Ümumiyyətlə dostlar, biz bu sualı həll etmək üçün biz belə deyək ki, yetişdirilən sahə verilib, bir də məhsuldarlıq verilib. Məhsuldarlığı sahəyə bölməliyik ki, 1 hektara nə qədər məhsuldarlıq düşür, bunu tapaq. Deməli dostlar, birinci şəkər çuğunduru üçün baxsaq, şəkər çuğunduru üçün biz götürüb məhsuldarlığı deməli sahəyə bölməliyik. 10.000-i bölməliyəm 3.000-ə. Buradan 10.000-i 3.000-ə böləndə hər birindən 3-dən 0 gedir, qalır burada deməli 3-də 10 qiyməti. 3-də 10 qalır. İkincidə şəkər qamışına baxsaz, 4.000-i 2700-ə bölməliyəm. 4.000-i 2700-ə böləndə hərəsindən 2-dən 0 gedir, qalır burada 27-də 40 ədədi. 27-də 40. Üçüncüdə 3500-ü 6000-ə bölməliyik. Yenə hərəsindən 2-dən 0 gedir, qalır bizdə 60-da 35. Növbəti qarğıdalıya baxsaq, 100-ü 200-ə böləndə hərəsindən 2 0 gedir, qalır 2-də 1. Və nəhayət sonuncuda 150-ni 100-ə böləndə hərəsindən 1-dən 0 atıram, qalır bizdə 10-da 15. Deməli dostlar, indi bunları sadələşdirsək, baxın, birincini sadələşdirsəz, birinci bərabərdir bizdə 3 tam 3-də 1. Baxın, düzgün olmayan kəsir formasındadır 3 tam 3-də 1. İkinci bərabərdir bizdə 40-ı 27-yə böləndə 1 tam 27-də 13 verir. Növbəti elə bizdə düzgün formada verilibdir. Sadəcə ixtisar eləsək 5-i ixtisar gedir. Qalır bizdə 12-də 7. Növbəti elə 2-də 1-dir. Olduğu kimi saxlayırıq. Və sonuncu 5-i ixtisar eləsək qalır bizdə 2-də 3. O da bərabərdir 1 tam 2-də 1. Deməli dostlar, biz burada fikir versək, bunların içərisində ən böyüyü 3 tamdan başlayandı. 3 tam olan şəkər çuğunduru idi, yəni birincisi idi. Deməli, ən çox olan şəkər çuğunduru olacaq. Şəkər çuğunduru birincisi buna aiddir.
İkincisi, bir tamlar olanlar varımızdır. Baxın, ən böyük 3 tam 3də 1-dir. Sonra burada fikir verin, 1 tam 27-də 13 var, bir də 1 tam 2də 1 var. Bir tamlardan 2 ədəddir və düzgün kəsir formasında 12-də 7 var, bir də 2-də 1 var. Biz bunları müqayisə etmək üçün biz bunları nə etməliyik? Ortaq məxrəcə gətirməliyik. Baxın, ortaq məxrəcə gətirsək, 27, 12, 2-yə. Yəni bunları ortaq məxrəc nə olacaq bizdə? Bunları olacaq 108. Baxın, ən kiçik ortaq məxrəc bunları 108-dir. Bir tam 27-ni 108 kimi göstərəndə surət və məxrəcini deməli neçəyə vurmalıyıq? 4-ə vurmalıyıq. Onda 13-ü də 4-ə vuranda 52 eləyir. Növbətini 108 kimi göstərsən məxrəcini, 7-ni də 12-ni 9-a vuranda 108 eləyir, 7-ni də 9-a vuranda 63 eləyir. 2-də 1-i 108 kimi göstərsək, surət və məxrəcini 54-ə vurmuş oluruq. Deməli, surətə də 54 yazıram. 1 tam 2-də 1-i də 108 kimi göstərsək, 1 tam 108-də hər tərəfi 54-ə vuranda olacaq burada elə 54. Baxın, bu şəkildə yazırıq. Deməli dostlar, biz bilirik ki, ən çoxu 3 tamdan olan şəkər çuğundurudur. Yəni birincisi bundan başlayır. İkincisi, bir tamlara baxıram. Biri 1 tam 108-də 52-dir, bir də 1 tam 108-də 54-dür. 1 tam 108-də 54 bizdə daha böyükdür. Ona görə növbəti gəlir bizdə tütün, yəni sonuncu. Burada tütünü qeyd edirik. Tütün gəlir. Sonra dostlar, 1 tam 108-də 52 gələcək, yəni ikinci şəkər qamışı. Üçüncüyə gətiririk, yazırıq şəkər qamışı. Bizdən də bunu istəyirdi. X şəkər qamışı oldu. Növbəti kəsr formasında olanlara baxsaq, 108-də 63, bir də 108-də 54-ümüz var. Yəni tam hissəsi olmayan. 108-də 63 daha böyükdür. Bu da bizdə üçüncü verilən, yəni günə baxana aiddir. Bura günə baxan yazırıq. Ən sonuncusu da olacaq bizdə 108-də 54. Deməli, dördüncü veriləndi Qarğıdalı. Burada yazırıq Qarğıdalı. Deməli dostlar, şəkər qamışı bizdə doğru cavabdır. Yəni X-a C variantı gedir. Növbəti dostlar, keçid edirik 58-ci suala baxırıq. 58-ci sualda dostlar, hər bir fiqurdan 2 ədəd verilib və hər bir fiquru 90 dərəcə fırlatmaqla digərini alırıq. Gəlin baxaq. Baxın, bizdə bu fiqurla başlasaq, bu fiqurun eynisi, baxın, burada aşağıda var. Yuxarıda verilən fiquru saat əqrəbi istiqamətdə 90 dərəcə döndərsək, aşağıda işarələdiyim fiqur alınacaq. Sonra başqa bir fiqura baxırıq. Baxın, bu fiqurun deməli, eynisi bizdə burada var. Deməli, aşağıda verilən fiquru 90 dərəcə saat əqrəbi istiqamətdə fırlatsaq, sağ yuxarıda yaşılla işarələdiyim fiqur alınır. Növbəti baxırıq dostlar. Baxın, bu fiqurlara baxıram. Bunun da eynisi, baxın, ortada gördüyümüz fiqurdur. Ortadakını 90 dərəcə saat əqrəbi istiqamətdə fırladanda sağdakı alınır. Eyni qayda ilə yuxarıda solda gördüyüm bu fiqurun eynisi, baxın, bu işarələdiyimdir. Həmin fiquru da, baxın, aşağıda olanı 90 dərəcə saat istiqamətdə fırladanda yuxarıdakı alınır və nəhayət gəldik bizim axtardığımız fiqur. Baxın, bu fiqurun da deməli 90 dərəcə hərəkət edilmişi bizdə sualın yerində olmalıdır. Əgər bu fiquru 90 dərəcə saat əqrəbi istiqamətdə fırlatsaq, baxın, D variantındakı kimi şəkildə görünmüş olacaq. Buna görə D variantı yox, üzrü sayım. Baxın, bu şəklin eynisi, bu şəklin eynisi. 90 dərəcə saat əqrəbi istiqamətdə fırladanda deməli dostlar, keçid edirik 58-ci suala. 58-ci sualda hər bir fiquru 90 dərəcə hərəkət etdirməklə eynisini digər bir şəkildə görə bilərik. Baxın, burada fikir versəz, yuxarıda gördüyünüz bu fiquru 90 dərəcə saat əqrəbi istiqamətdə hərəkət etdirdikdə aşağıdakı fiqur alınır. Ortada gördüyünüz bu fiquru 90 dərəcə saat əqrəbi istiqamətdə hərəkət etdirsəz, baxın, bu sağdakı fiqur alınır. Eyni ilə sağ yuxarıdakı bu fiquru 90 dərəcə döndərəndə, deməli, bizdə aşağıdakı alınır və yaxud da belə deyə bilərik, aşağıdakını saat istiqamətdə 90 döndərəndə sağ yuxarıda işarələdiyimiz alınır. Sonra burada sağ aşağıdakını 90 dərəcə saat əqrəbi istiqamətdə döndərəndə yuxarıdakı alınır və nəhayət gəldik bizim axtardığımız fiqura. Baxın, bu fiqurda ya bunu fırladıb digərini almalıyıq, ya da sual işarəsində olanı fırladıb bunu almışıq. Deməli dostlar, əgər bunu fırladıb almağa çalışsaq, bu fiquru 90 dərəcə saat əqrəbi istiqamətdə hərəkət etdirəndə bizdə solda qara, yuxarıda qara olan, baxın, 4 dənə belə bir dairə olmalıdır.
Bu da bizdə ödənirmi? Bizdə deməli belə bir variant yoxdur, düzdür? Ona görə deməli biz sual işarəsində olan fiquru döndərib bu fiquru almışıq. Deməli dostlar, sual işarəsinin yerində onda fiqur olmalıdır bizdə. Fiqur olmalıdır. Baxın belə bir formada. Qarı hissələr bizdə olacaq. Qarı hissələr olacaq sağda, bir də aşağıda. Bu da bizə doğru cavab olaraq verəcək deməli D variantını. Baxın D variantı. Deməli bu solda gördüyümüz fiquru 90 dərəcə saat istiqamətdə fırladanda aşağıdakı bu fiquru almış oluruq. Cavabımız D variantı. Keçirik dostlar, növbəti 59-cu suala baxırıq. 4 rəfiqə var. Afaq, Sona, Mətanət, Gülər. Onların ikisi kökdür, ikisi arıqdır. İkisi sarışındır, ikisi qaraşındır. İkisinin boyu uzundur, ikisi isə bəstə boydur. Bizə deyir ki, Afaq deyir ki, Sona nə yaxşı ikimizdə sarışınıq. Sona deyir, düz deyirsən, Gömbul. Mətanət deyir, Afaq görürsən, bu Sona yeni bizə sataşdı. Afaq deyir, boyu çıxmır, ona görə mənə paxıllıq edir. Mətanət deyir, indi də sən sataşdın bizə. Deyir ki, Gülər haqqında hansı fikir doğrudur? Deməli dostlar, biz burada xırda bir cədvəl çəkirik. Bu cədvəldə qızların xüsusiyyətlərini qeyd edəcəyik. Deməli 4 rəfiqədir. Baxın 4 dənə sütun çəkirəm. 4 dənə sütun çəkirik. Deməli buradan yazırıq adları. Afaq, Sona, Mətanət, bir də Gülər adlarını qeyd edirik. Və bunlardan kök olan var, arıq olan var, sarışın olan var və sarışın qaraşın olan var, bir də boyları var. Yəni 3 dənə belə deyək ki, parametr var. Arıq köklük, sarışın qaraşın olmaq, uzun boy, bəstə boy olmaq. Deməli dostlar, buradan qeyd edirik. Afaq deyir ki, Sona, nə yaxşı ikimiz də sarışınıq. Deməli Afaq Sonaya deyir ki, nə yaxşı ikimiz də sarışınıq. Deməli Afaq da sarışındır, Sona da sarışındır. Onda qalan 2 nəfər bizdə olacaq qaraşın. Çünki 2 nəfər sarışın, 2 nəfər qaraşın var. Onda Mətanət bizdə qaraşındır, Gülər də bizdə qaraşın şəxslərdir. Sona deyir ki, düz deyirsən, Gömbul. Sona Afaqa deyir ki, düz deyirsən, Gömbul. Deməli Afaq kökdür. Afaqın qarşısına gətirirəm, kök yazıram. Mətanət deyir ki, Afaq görürsən, bu Sona yenə bizə sataşdı. Deməli Mətanət də Gömbuldur. Mətanət deyir ki, görürsən, Sona yenə bizə sataşdı. Deməli, Mətanət də kök olacaq. Onda qalan 2 nəfər arıqdır. Bunları da arıq qeyd edirik. Və Afaq deyir ki, boyu çıxmır, ona görə mənə paxıllıq eləyir. Afaq deməli Mətanətə deyir ki, Sona haqda. Boyu çıxmır, ona görə mənə paxıllıq eləyir. Deməli, Sonanın boyu qısadır. Bura qısa yazırıq. Mətanət deyir ki, indi sən də mənə sataşdın. İndi sən sataşdın bizə. Bu zaman deməli Mətanət də qısa boydur ki, onun dediyi söz ona toxunur. Deməli Mətanət də qısa boyludur. Onda qalan ikisi də olacaq bizdə uzun boylu. Deməli dostlar, bizdən Gülər haqqında fikri soruşur. Doğru fikir. Gülər qaraşındır, arıqdır, bir də uzundur. Deməli arıq, qaraşın, uzun. Bu da olacaq doğru cavab olaraq C variantı. Növbəti keçirik dostlar, 60-cı suala baxırıq. 60-cı sualda şifrə sual verilibdir və uyğun cavab istəyir. Deməli dostlar, orada eyni olan rəqəmlərin yerində bizdə eyni hərflər dayanmalıdır. Gəlin baxaq. Baxın, yuxarıda fikir verirsə 2 dənə 0 və sonuncu bir dənə də tək sıfırımız var. Baxın, burada el, sonda el düz gəlir. 2F, sonuncu yenə F düz gəlir. D, sonda yenə D. A-lar düz gəlir. Y variantında da S-lər düz gəlir. Yəni, bununla bağlı heç bir variantda problem yoxdur. Növbəti keçirik 7-lərə baxırıq. Deməli dostlar, 7-dən hər bir sətirdə var. Baxın, birinci sətrin üçüncüsüdür, ikincinin sonuncusu, üçüncünün birincisi, dördüncünün ikincisidir. Gəlin baxaq, görək 7-yə hansılar uyğun gəlir. A variantına baxsam, 7-nin yerində N dayanır, birinci sətirdə, ikinci sətirdə də N dayanır, üçüncü sətirdə də N dayanır, dördüncü sətirdə də N uyğun gəlir. B variantında 7-nin yerində D. Baxın, uyğun gəlir. C variantında F, sonuncu sətrin ikincisi olmalıdır, amma burada N verib. Burada N yazdığı üçün C variantı bizdə uyğun gəlmir. D variantına baxsaq, D. Birincinin üçüncüsü, ikinci sətrin sonuncusu, üçüncü sətrin birincisi, dördüncü sətrin ikincisi, yəni düz gəlir. Y variantına baxsaq, H hərfi, F hərfi, H hərfi.
7'lərin yerini işarələdim. Burada amma F verilibdi 7'nin yerində. Buna görə Y variantı düz gəlmir. Qalır bizdə dostlar 3 dənə variant. 3 dənə variantımız qalır. Gəlin baxaq indi. A, B, D variantları qalıb. A, B, D-dən görək nə ilə gedə bilərik? Baxın, burada 8'lərə baxsaq, 2 dənə 8 burada 3-cü sətirdə ortadadır və 4-cü sətrin əvvəlindədir. 2 dənə 8. Baxın, K-lar ortada var, bir də əvvəldə var, düz gəlir. B-lər ortada, bir də əvvəldə var, bu da düz gəlir. D variantında F-lər ortada var, əvvəldə var, bu da düz gəlir. Burada da problem yoxdur. 3'lərə baxsaq dostlar, 3'dən ikinci sətrin əvvəlində və sonuncu sətirdə qoşa var. Bizdə B variantına baxın. Sonuncu sətirdə qoşa ellər verib 3'ün yerində düz gəlir. Amma ikinci sətrin əvvəlində də qoşa ellər verib. Əgər el 3 olsaydı, eldən bir dənə verməli idi. Buna görə B variantı ödənmir. Qalır A variantı ilə D variantı. Bir də dostlar, A variantında baxın, şərtdə fikir versəz, 3, 5, 5, 7 yazıbdı. Ortada 2 dənə rəqəm eynidir. Amma A variantında ortada BD yazıbdı ikinci sətirdə. Buna görə A variantı da düz gəlmir. Qalır bir dənə bizdə D variantı. Sonra dostlar, keçirik növbəti 61'ə baxırıq. 61'də deyir ki, qarajda 750 yük və minik avtomobili var. Yük avtomobilləri 6, minik avtomobilləri isə 4 təkərlidir. Təkərlərin ümumi sayının 3024 olduğu məlumdursa, minik avtomobillərin sayını tapın. Deməli dostlar, qarajda 750 yük və minik avtomobili var. Gəlin dostlar, yük avtomobilinin sayını X ilə işarə eləyək. Minik avtomobilinin isə sayını deməli Y ilə işarə eləyək. Deməli, X və Y-in cəmi ümumi bizdə nə qədərdir? 750 ədəddir. Bizə deyir ki, yük avtomobillərinin 6 təkəri, minik avtomobilinin isə 4 təkəri var. Ümumiyyətlə dostlar, bir dənə yük avtomobilinin 6 təkəri varsa, X sayda yük avtomobilinin ümumi 6X qədər təkəri olur. Bir dənə minik avtomobilinin 4 təkəri varsa, Y sayda minik avtomobilinin 4Y qədər təkəri olur. Və ümumi təkərlərin sayı nə qədərdir? 3024'dür. İndi dostlar, bu sistem tənliyi həll edirik. Buradan bizdən minik avtomobillərin sayını istəyir, yəni Y istəyir. Onda elə eləyərik ki, X-ları yoxa çıxardarıq. Onda birinci tənliyin hər tərəfinə 6'ya vuraram ki, orada yuxarıda da 6X alınsın, aşağıda da 6X. Sonra tərəf-tərəfə çıxanda 6X-larımız geçsin. Baxın, birinci tənliyin hər tərəfinə 6'ya vursam, bu zaman nə alıram? 6X üstə gəlsin 6Y bərabərdir 750'nin də 6'ya vuranda alınır 4500. Sonra ikinci tənlikdən yuxarıdakı tənliyi tərəf-tərəfə çıxıram. 6X-dan 6X çıxanda 6X-lar gedir. 6Y-dən 4Y çıxanda 2Y qalır. 4500'dən də 3024 çıxanda qalır bizdə 1476. Buradan da Y-i tapsaq 1476'ını 2'yə bölürük. Bu da eləyir 738. Yəni doğru cavabımız olacaq bizim A variantı. Növbəti dostlar, keçirik 62-ci suala. 62'də rəqsin bir növü yallıdır. Burada baxın, birinci tərəf ümumidir, ikinci tərəf onun növüdür. Şeirin də bir növü olacaq burada, qəzəl Y variantı. Deməli dostlar, burada beyt şeirin növü ola bilməz. Bəzi tələbələr fikirləşir ki, beyt şeirin növüdür. Xeyr dostlar, beyt 2 misradan ibarət şeirin bir hissəsidir. Ona görə, yəni şeirin bir növü deyil. Buna görə A variantı götürə bilməzsiniz. Ümumiyyətlə, misra da şeirin bir hissəsidir. Qafiyə də şeirin belə deyək ki, uyğunlaşmasıdır. Yəni, verilən ifadələrin, sözlərin bir-birindən uyğunlaşmasıdır. Heca da onun yazılma formasıdır. Yəni, belə deyək ki, heca vəznidir. Heca vəznində şeirdə olan hecaların belə deyək ki, sayları bir-birinə bərabər olur. Yəni, bunu nəzərə alırıq. Deməli dostlar, burada şeirin növü istəyirsə biz qəzəl götürməliyik. Növbəti dostlar, 63-cü sualda rəqəmlərinin cəmi 9'a və rəqəmlərdən yalnız biri 0'a bərabər olan 3 rəqəmli neçə natural ədəd var? Baxın, bizdən bunu soruşur. Deməli dostlar, rəqəmlərdən biri 0 olacaqsa, birinci rəqəm heç vaxt 0 ola bilməz. Biz 0'ı ya ikinci rəqəmdə götürməliyik, ya da üçüncü rəqəmdə götürməliyik. Və rəqəmlərin cəmi 9 eləmək üçün gəlin baxaq. Tutaq ki, bizim ikinci rəqəmimiz 0'dır. Bu zaman 1 ilə başlasam 1, 0, cəm 9 eləmək üçün 8 götürərəm. 2, 0, 7 götürə bilərik. 3, 0, 6, 4, 0, 5, 5, 0, 4, 6, 0, 3, 7, 0, 2 və 8, 0, 1 götürə bilərik.
Bu zaman bütün cəmlər 9 eləyir. Digər variant isə 0-ı sona atmaqdır. Bu zaman 1, 8, 0, 2, 7, 0, 3, 6, 0, 4, 5, 0, 5, 4, 0, 6, 3, 0, 7, 2, 0 və 8, 1, 0. Baxın, deməli ümumi sayısı az 14 dənə belə ədədimiz var. Yəni doğru cavabımız olacaq burada C variantı. Növbəti dostlar, keçid edirik 64-cü suala. Tərəfinin ölçüsü 1 olan kvadratlardan ibarət fiqurun rənglənmiş hissəsinin sayısını bizdən istəyir. Ümumiyyətlə dostlar, rənglənmiş hissənin sayısını tapmaq üçün burada şəklin az hissəsi rəngli olduğu üçün birbaşa ilə biz qara rənglərlə gedəcəyik. Baxın, tərəfi 1-dirsə, balaca hər bir kvadrata baxsaq, tərəfi 1-1 olan kvadratın sahəsi elə bizdə 1-ə bərabərdir. Bu formada getsək dostlar, baxın bu hissədə bizdə 4 dənə həmin kvadratdan var. Hərəsinin sayısı 1 olursa, onda 4 dənənin sayısı 4 olacaq. Bu hissədə də həmin kvadratlardan 4 dənədir, bu da 4-dür. Burada da sayısı az, deməli dostlar, kvadratları sayıb yazırıq. 1, 2, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə burada qara kvadrat var. Elə bunun sayısı 12 eləyəcək. Burada da 4 ədəd var. Burada da 4 ədəd var. Qaldı bizdə deməli üçbucaqları saymaq. Baxın, üçbucaqların sayısını axtarsaq, üçbucaqlar bizdə belə deyək ki, 4 kvadratın diaqonalına yarıya bölünmüşüdür. 4 kvadratın sayısı 4-dür. Yarıya böləndə də 2 olur. Yəni, hər bir belə üçbucağın sayısı bizdə 2 olacaq. Deməli, bunlar da 2 götürürük və ümumi sahəni tapırıq. Deməli, dostlar, 4-dən 4 dənədir. 4, 4, 4, 4 toplayırıq. 2-dən də 4 dənədir. 4 dənə də 2 toplayırıq və üzərinə bir də 12 gəlirik. Bu da toplayanda bizə verəcək doğru cavab olaraq 36. Yəni, cavabımız C variantıdır. Növbəti keçid edirik dostlar. Bu 64 idi. 65-ci sual. 65-ci sualda çox rahat bir sualımız var. Bizdən şəkli tamamlayacaq hissəni istəyir. Deməli dostlar, sağdakı kimi fiquru tamamlamaq üçün belə bir hissə çəkirik, belə bir hissə çəkirik. Baxın, bu hissənin birə-bir eynisi bizdə C variantındadır. Amma yenə də izahını verək dostlar. Baxın, izahını versək, A variantında şəklin yuxarısı belə bir uzun formada gedir. Biz isə bilirik ki, bizim balaca çıxıntımız var. Buna görə A variantı ola bilməz. D variantında üzü yuxarı baxan belə bir çıxıntı verir. Bizdə isə çıxıntı baxın belə bir formadadır. Yəni yuxarı deyil, tam orta hissəyə baxır çıxıntının hissəsi. Buna görə D variantı da deyil. Qalır bizdə B, C, Y variantı. Deməli dostlar, B variantına baxsaz, B variantında, baxın, burada mənim şərtdə belə uzun hissəm var. B variantında həmin hissəni qırıbdır, yəni balaca göstərib. Buna görə B də doğru deyil. Qalır C, Y variantı. Y variantında ortada baxın, bu hissə kobud formada verilibdir. Amma bizdə 2 dənə iti formada dişlər var. Buna görə Y də yanlışdır. Qalır bir dənə C variantı. Yəni doğru cavabımız C variantıdır. 66-da yenə dostlar analogiya sualı verilibdir. Baxın, Anhel şəlalə adıdır. Vezuvi vulkan adıdır. Avropoid irqdir. Banan meyvənin bir növüdür. Meyvə adıdır. Əlifba isə hərf adı deyil. Buna görə olacaq cavabımız B variantı. Növbəti dostlar, 67-ci sualda qayda necədir? Aşağıdakı 2 ədəddən ona birləşən yuxarıdakı ədəd alınır. Yəni 1 ilə 2-dən 5 almışıq. 2 ilə 5-dən 27 almışıq. 5 ilə 4-dən 21 almışıq. Onda 4 ilə də sualdan 68 alınmalıdır. Gəlin indi qaydasına baxaq. 1 ilə 2-dən 5-i necə alaram? 1-in üzərinə 2-nin kvadratını gələrəm, 4 gələrəm, olar 5. Eyni qaydada 2-nin üzərinə 5-in kvadratını gələrəm, 25 gələrəm, olar 27. Növbəti 5-in üzərinə 4-ün kvadratını gələrəm, 16 gələrəm, 21 olar. Və ən son 4-ün üzərinə sualın kvadratını gələrəm, olar 68. Əgər 4-ün üzərinə 8-in kvadratı, yəni 64 gəlsən 68 olar. Buna görə sualın yerində olacaq ədəd 8-dir. Növbəti keçirik dostlar, 68-ci suala baxırıq. 68-də yenə bizə analogiya sualı verilib. Arı həşəratın bir növüdür. Yəni birinci tərəf ikinci tərəfin bir növüdür. Variantda da birinci tərəf ikincinin bir növü olmalıdır. Tısbağa məməlinin bir növü deyil. Ona görə A variantı yanlışdır. Şir pələngin bir növü deyil. Bunlar ayrı-ayrı heyvanlardır. Balina balığın bir növü deyil. Balina məməllərə aiddir. Y variantı da çıxır. İlan kobranın bir növü deyil. Kobra ilanın bir növüdür.
Yerləri dəyişik olduğu üçün D variantı da çıxır, amma B variantı doğrudur. Kolibri quşun bir növüdür, yəni quş adıdır. Buna görə cavabımız olacaq B variantı. 69-da dostlar, 69-da deməli hər dəfə bizə bir rəngli fiqur əlavə eləyir. Baxın, bir dənə fiqurumuz artır. Əvvəl 3 dənə idi, sonra 4 dənə oldu, sonra 5 dənə, sonra 6 dənə, növbəti 7 ədəd fiqurumuz olmalıdır, kvadratımız olmalıdır. Deməli, A-da, B-də, C-də 7 dənə kvadrat verib, D ilə Y-də 6 dənə olduğu üçün biri əskikdir, D ilə Y-ni çıxırıq. Və burada ağ rənglə qara rəng bir-birini əvəz eləyir. Deməli, dostlar, burada diqqət eləsəz, fiqur birinci sol tərəfdədir. Sonra bunu artıranda 90 dərəcə şəkli döndərib, sonra ardınca artırır. Baxın, bunu 90 dərəcə saat əqrəbi istiqamətdə döndərirsən, həmin hissə gəlir bura və qaranın ardınca növbəti ağı artırırsan. Və rənglər ahəngli şəkildə düzülür. Baxın, dostlar, qara ilə ağ növbəli şəkildə düzülür. Deməli, qaradan sonra ağ əlavə elədik. Növbəti dəfə bu şəkildə 190 dərəcə fırladırıq. Şəklin deməli həmin hissəsi, işarələdiyim hissəsi, başlanğıc hissəsi bizdə sağ tərəfə düşür. Ardınca bir dənə də qara əlavə elədik. Növbəti dəfə bu şəkli yenə 90 dərəcə fırladır. İşarələdiyim hissə baxın aşağı tərəfə düşür. Ən sonuncu bu qaraydı. Qaranın ardınca bir dənə ağ əlavə edir. Növbəti dəfə şəkli bir dəfə də fırlatsaz, bizim deməli baxın bu üçlü qara, deməli ağ-qara sol tərəfə düşəcək. Ardınca əlavə olunan fiqurlarsa baxın bu tərəfdən əlavə olunmalıdır. Və ağ-qara necə olur? Növbəli şəkildə əlavə olunur. Buna görə bunu ödəyən olur bizdə A variantı. Yəni doğru cavabımız A-dır. Növbəti keçirik dostlar. Baxırıq 70-ci suala. 70-ci sualda qara fiqur diqqətimizi çəkir. Elə birinci qara ilə baxırıq. Qara üçbucağa baxsaz, qara üçbucaq hər dəfə saat əqrəbinin əksi istiqamətində 90 dərəcə hərəkət edir. Qara üçbucaq soldadır, 90 dərəcə döndü, aşağı düşdü, bir də 90 döndü, sağa gəldi. İkinci sətr üzrə baxsam, yenə ikinci sətirdə də qara üçbucaq 90 dərəcə saatın əksinə dönür, sola gəlir, bir də 90 dönür, aşağı gəlir. Üçüncü sətirdə də yenə 90 dərəcə saat əqrəbinin əksi istiqamətdə döndərsəm, qara üçbucaq bizdə olacaq, sağdadır, olacaq yuxarıda. Növbəti dəfə bir də döndərəndə sola düşür. Qara yuxarıda olacaqsa, B-də aşağıda deyə B variantı çıxır, qalır digər variantlarımız. İndi digər şəkillərə baxırıq dostlar. Digər şəkillərdə kvadratla başlasam, kvadrat 2 dəfə sadə olur, növbətidə içərisində plus olur. Burada da 2 dənə şəkildə ardıcıl olaraq sadədir, növbətində içəridə plus var və yeri sabit qalır həmişə. Onda burada da 2 dəfə sadə olmalıdır kvadrat, növbətdə plus olmalıdır və yerdə sabitdir. Aşağıdadsa aşağıda çəkməliyəm. Deməli dostlar, sadə kvadrat olmalıdır və aşağıda olmalıdır. A variantı, C variantı düz gəlir. Üzrü sayın. Deməli, sadə kvadrat olmalıdır. A-da plus var içərisində, A-nı götürə bilmərəm. C-də də içərisində plus var, bunu da götürə bilmərəm. D-də də plus var, həm də sağdadır, bunu da götürə bilmirik. Qalır bir dənə bizdə doğru cavab olaraq Y variantı. Yəni cavabımız Y variantıdır. Növbəti dostlar, keçirik 71-ci suala baxırıq. 71-ci sualda içəridə olan nöqtəli fiqurla üçbucaq olan fiqur hər dəfə hərəkət eləyir. İçərisində nöqtə olan, baxın bu işarələdiyim fiqura baxsaq, bu fiqur saat əqrəbi istiqamətində 90 dərəcə dönür, baxın bu vəziyyətdə görünür. Bir dəfə də bu fiqur 90 dərəcə dönür, şaquli vəziyyətdə görünür. Bir dəfə də bu fiqur 90 dərəcə dönəndə bizdə deməli nöqtə hissə sol tərəfdə olmalıdır. Baxın bu vəziyyətdə. Nöqtə solda olacaqsa A, B ödənir, C variantı, Y variantı ödənmir. Bir də fiqur həmişə bizdə qırıq-qırıq xəttdən solda qalır. D variantında isə nöqtəni qırıq-qırıq xəttdən, baxın ortada gördüyümüz bu simmetriya xəttindən sağda veribdir. Buna görə D variantı da yanlışdır. Sol tərəfdədirsə həmişə onu solda göstərməliyəm. Qalır bizdə 2 variant. Sonra dostlar, digər fiqura baxsaq, bu fiqurda üçbucaq yuxarıdadır. Bu fiquru saat əqrəbi istiqamətdə 90 döndərəndə gəldi üfüqi vəziyyətə. Bir dəfə də 90 döndərəndə şaquli formada görünür. Bir dəfə də 90 dərəcə döndərsək, bu fiqur bizdə deməli olacaq yenidən üfüqi vəziyyətdə və bu formada. Bu formada görünür məndə B-də yox, A variantında. Yəni doğru cavabımız olacaq A variantı. Növbəti keçid edirik 72-ci suala. Baxın, 72-ci sualda tərəzi sualı verilibdir bizə. Tarazlıqda olan tərəzidə x-lama qaydası tətbiq edə bilirik. Deməli, baxın, bu bizdə birinci tərəzi, bölünüb ikinci hissədə olan tərəzilərə, sonra üçüncü mərtəbədə olan tərəzilər və dördüncü.
Ən aşağıda bölündüyü hissədən başlayırıq, yəni 4-cü mərtəbədən. Baxın, hər hansısa bir qolun kütləsinə x desək, digəri də tarazlıqda dx olacaq. X-i 1-dir, 2x-dir, sağı da 2x-dir. Bölünür 2 dənə x-lara. 2x-ların cəmi 4x eləyir, sağı da 4x. Bölünür 2 dənə 2x-lara. Bu da bölünür 2 dənə x-lara. Yuxarı qalxsaq 4, 4, 8x-dir. Sol da 8x-dir. Bölünür 2 dənə 4x-lara. Bu da bölünür 2 dənə 2x-lara. Deməli dostlar, burada ümumiyyətlə çalışırıq x-lama qaydasının məqsədi ondan ibarətdir ki, çalışırıq ki, uzaqda yerləşən fiqurların arasında əlaqə yaratmaq. Birinin kütləsini tapdıqda digərinə də rahatlıqla həmin qiyməti yaza bilək. Deməli dostlar, gəlin başlayaq hardan? Buradan fikir versəz, baxın, bu qolun kütləsi ilə bu qolun kütləsi hər ikisi 2x-dir. Yəni bir-birinə bərabərdir. Yəni dostlar, burada 3b üstə gəlsin c bərabərdir bizdə 4a üstə gəlsin c-yə. Hər tərəfdən c-ləri atsaq, qalır bizdə 3b bərabərdir 4a-ya. Deməli dostlar, şərtdə bizə deyir ki, verilən hərflər 1-dən 9-a qədər rəqəmlərə uyğundur. Yəni 1-dən 9-a qədər qiymətlər yaza bilərəm. Deməli dostlar, 1-dən 9-a qədər qiymətlərdən hansılar bu şərti ödəyir? Yəni 3b bərabərdir 4a şərtini ödəyir. Əgər mən bura 4 yazsam, bu olar bizdə 3. Əgər mən bura gətirib 8 yazsam, 24 eləyir, onda burada olar 6. Deməli dostlar, burada 2 dənə hal alırıq. Ya b-miz 4, a-mız 3-dür, ya da b-miz 8, a-mız 6-dır. Birinci təbii ki, balaca ədəddən başlayacağım, b-yə 4, a-ya 3 yazacağım. Ödəməsə təbii ki, deməli yerlərini dəyişməliyik. Ümumiyyətlə dostlar, ödəməməsi nədən ibarət olacaq? Nəyə görə 8, 6 ödəməyəcək? Baxın, əgər mən gətirib b-lərə 8 qiyməti yazsam, 8, 8, 8, 24 eləyir. Üzərinə hələ c-ni də gəlirik. C-nin nə olduğunu bilmirəm, hələlik qoyuram bir kənara. Əlimizdə olan 3 dənə 8-in cəmi 24 eləyir. 24 bizdə 2x-dir. 24 2x-dir, hələ üzərinə c-ni də gəlməliyik. Biz sadəcə c-yə baxmamışıq. X qolu isə bizdə olacaq 24-ün yarısı qədər 12. X-a da burada bir dənə hərf uyğun gəlir. Bir dənə hərfin qiyməti heç vaxt 12 qiymət ala bilməz. Çünki bizim hərflərimiz 1-dən 9-a qədər qiymət ala bilir. Ona görə biz 8, 6 halını deyil, 4, 3 halını götürməliyik. Deməli, b-miz 4, a-mız 3 olacaq. Aparıram b-lərə 4, a-lara 3 yazıram. Deməli dostlar, bunları silirik, bizə mane olmasın. Aparırıq şərtdə b-lərimizə 4 yazırıq. Deməli, a-lara da 3 qiymətini yazırıq. Deməli, a da 3-dür. 3-dür, bu 4, 3, bu da 4. Bundan sonra dostlar, nəyə fikir verirsiniz? Nəyə fikir verirsiniz? Deməli, baxın, burada a ilə b-nin cəmini görürük. Bu x olan qoldur. 3 ilə 4-ün cəmi 7 eləyir. Deməli dostlar, x qolunun kütləsi bizdə 3 ilə 4-ün cəmi 7-yə bərabərdir. Onda tək y-də aparıb 7 qiyməti yaza bilərəm. Yəni bir dənə fiqur verilibsə elə qolun kütləsinə bərabərdir, o da 7-dir. Aparıq digər tərəfdə də burada da 7 yazırıq. Lap birinci verilən tərəzidə də aparıb 7 yazıram. Deməli dostlar, solda fikir versəz, bizim bu iki qolun kütləsi bir-birinə nə olmalıdır? Baxın, bərabər olmalıdır. Yəni 7 üstə gəlsin 3, üstə gəlsin 2c, bərabərdir bizdə 3 dənə 4 üstə gəlsin c-yə. Deməli 7, 3, 10 eləyir. 10 üstə gəl 2c-miz. 12 üstə gəlsin c-dir. Buradan 2c-dən c-sini çıxanda c qalır. 12-dən də 10-nu çıxanda 2 qalır. Deməli dostlar, biz alırıq ki, deməli bizim c-miz buradan 2-yə bərabərdir. Ümumiyyətlə bunu yazmasaq da tapmaq olardı. Çünki zaten biz x-in 7 olduğunu tapmışdıq. Deməli aparıram buradan c-nin yerinə 2 qiyməti yazıram. C-lərimiz 2-dir. Hər yerdə c-lərə 2 qiyməti yazırıq. Bu da tamam. X bizdə 7 olduğu üçün 2 ilə nəyin cəmi 7 eləyir? 5-in cəmi. Deməli dostlar, d-lərimiz də 5 olacaq. Aparıq burada 5 qiymət yazırıq. D-yə də 5 yazırıq. Və 2x-imiz 14 idi bizdə şərtdə. Onda 14-dürsə, baxın bu hissəyə 5 yazmışamsa 5 ilə nəyin cəmi 14 eləyir? 9-un cəmi. Deməli f-imiz də 9-dur. Bizə verilən rəqəmlər 1-dən 9-a qədər rəqəmləri idi. Baxın, rəqəmləri qeyd eləyək. Biz burada verilən rəqəmlərdən 2-ni, 3-ü, 4-ü, 5-i, 7-ni, 9-u tapmışıq. Düzdür, qalır bizdə 1, 6, 8. Burada bir də fikir versəz, rəngi dəyişib göstərəm. C və H-ın cəmi var. Bu da 2x-ə bərabər olan qoldur. 2x bilirik ki, 14-dür. Qalan rəqəmlərdən hansıların cəmi 14 eləyə bilər? 6 ilə 8-in cəmi 14 eləyə bilər.
Deməli dostlar, C və H-ın cəmi bizdə 14-dür. Bunlardan biri 6, biri 8-dir. Amma hansı 6, hansı 8-dir? Bunu təbii ki, bilmirəm. Onu bilirik ki, 6 və 8 də verilən tərəzidə var. Bir dənə tərəzidə olmayan rəqəm bir rəqəmdir. Bizdən də şərtdə soruşur ki, hansı çəkili hərf tərəzidə yoxdur? Bir rəqəmi, yəni cavabımız olacaq A variantı. Növbət dostlar, keçid edirik 74-ə. 74-cü sualda deməli, cədvəl sualı verilibdir. Bizdə, baxın, qeyri-aşkar formasında cədvəl sualıdır. Burada nəyə diqqət edirsiniz? Dairə ilə dairədən 9 alınıb. Dairə ilə dairədən 9 alınırsa, deməli, dairənin ifadə etdiyi rəqəmlər eyni rəqəmdir. Eyni rəqəmdən 9 almaq üçün mən nə edə bilərəm? Burada ancaq vurma əməliyyatı eləyə bilərəm. Eyni rəqəmlə eynisini toplayıb 9 almaq üçün mən 4/5 götürə bilərəm. Amma adətən cədvəldə kəsr qiymət götürmürlər, tam qiymət götürürlər. Ona görə dairəyə 4/5 deməkdənsə dairəyə 3 qiyməti yazırıq. 3 ilə 3-ün hasili 9 edir. Yəni cəm yerinə hasil götürürük. 3-ü biz nəyə vursaq 18 eləyər, 6-ya vursaq. Deməli kvadrat 6-dır. Ulduzu nəyə 6-ya vurmuşam? 24 almışam, ulduz deməli 4-dür. 4 altını 24 edir. Burada da dostlar, ulduzu kvadrata vurub 20 almışıq. Yəni 4-ü kvadrata vurub 20 almışamsa 4-ü deməli 5-ə vurmuşam. Kvadrat da bizdə 5-dir. Bunların hamısını tapdığımıza görə sualları müəyyən edə bilərik. 3 5-in 15 edir. Yuxarıdakı sual 15-dir. 5 5-in də 25 edir. 15 25, bu da doğru cavab olaraq A variantı verəcək. Növbəti dostlar, keçirik 74-cü suala baxırıq. 74-cü sualda baxın, şifrəli əməl sualı verilibdir. ABCKLM ədədləri bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Maksimum A-nı bizdən istəyir. Ümumiyyətlə dostlar, hasilin birinci rəqəmini bizdən istəyir. Birinci rəqəmdə deməli böyük olması üçün, yəni ədədin böyük olmasını istəyir bizdən. Hasilin böyük qiyməti alması üçün vuruqlarımda daha böyük vuruqlar olmalıdır. Baxın, Emil orada belə deyək ki, 2 rəqəmli ədəddir. 2 rəqəmli ədədin daha böyük olması üçün onun daha yuxarı mərtəbə vahidinə böyük rəqəm düşməlidir. Yəni, mən M-i burada ən böyük nə götürə bilərəm? 9 götürə bilərəm. Və Emil ədədini K-ya vuranda ABC almışıq. Deməli, vurduğumuz ədəd də daha böyük olmalıdır ki, hasilimiz böyük qiymət alsın. Onda digər böyük rəqəmdə yazaram K-ya. 8 də bura yazaram. Deməli, dostlar, 8 də bura yazdıq. 9 8-in 72 eləyir. Hardasa bizim təxminən ədədimiz 7 ilə başlayacaq. Yəni, A-ya 7 düşəcək. Daha da dəqiqləşdirmək istəsəz, digər rəqəmləri də qiymət verib tapmaq olar. Yəni, bir-birindən və sıfırdan fərqli rəqəmlər olması şərtini gözləməklə digərlərini də tapmaq olar. Biz hələlik müəyyən edirik ki, cavabımız C variantıdır. Digər rəqəmləri də tapmaq istəsəz, elə artıq qiymət verməliyik. Gəlin, yoxlayaq. Baxın, elə mən tutaq ki, götürürəm 7 yazıram. 7 yaza bilmərəm, təbii ki, A-mız 7-dir. Elə mən götürüb yazıram 6 qiyməti. 6 yazsam, 96-nı 8-ə vurmalıyam. 96-nı 8-ə vuranda 6 8-in 48 edir, 4 yadda. 9 8-in 72, 4 yadda 76. Amma dostlar, bunu yaza bilmərik. Çünki burada K dayanır, burada da C dayanır. K-ya da C-yə də eyni qiymət yazmaq olmaz. Deməli, elə 6 yaza bilməyəcəm. Elə mən 5 qiyməti yazsam, 95-i vurmalıyam burada 8-ə. Deməli, 95-i 8-ə vuranda 8 5-in 40 edir. Sonuncu rəqəmə 0 düşür. Bizə deyib ki, şərtdə bunlar sıfırdan fərqli rəqəmlərdir. L 5 də ola bilməz. L-in digər qiyməti fikirləşirik, nə yaza bilərik? Biraz da azaldıram, 4 yazıram. 94-ü 8-ə vursam, 8 4-ün 32 edir, 3 yadda. 9 8-in 72, 3 yadda 75. Bütün rəqəmlər sıfırdan və bir-birindən fərqli olduğu üçün, yəni bu şərt ödənir. Buna görə həqiqətən də 7 cavabı doğruymuş. Növbəti keçirik dostlar. 75-ci suala baxırıq. 75-ci sualda nə edirik dostlar? Baxın, burada deməli 10-un üzərinə 8-in yarısını gəlirəm. Çıxıram 5-i. Üzərinə 4-ün yarısını gəlirəm. Çıxıram 8-i. Gəlin, indi hesablayaq. Deməli, baxın, çarpaz şəkildə bir dəfə toplama, bir dəfə çıxma. Toplama, çıxma əməlini icra elədik. Və solda olan ədədlərin yarısını götürürük. Deməli, dostlar, 10-un üzərinə 8-in yarısı 4 gəlirik, 14 eləyir. 5 çıxırıq, 9 qalır.
9-un üzərinə 4-ün yarısı 2 gəlirsən 11 eləyir. 8 çıxanda 3 qiyməti alırıq. Bu qayda ilə 3-cü ardıcılığa baxırıq. Yəni sualın olduğu ardıcılığa baxırıq. 2-nin üzərinə 26-nın yarısını gəlirəm. Çıxıram 9-u. Üzərinə 2-nin yarısını gəlirəm. Çıxıram 4-ü. Və hesablayırıq. 2-nin üzərinə 26-nın yarısı 13 gələndə 15 eləyir. 9 çıxanda 6 qalır. 6-nın üzərinə 2-nin yarısı 1 gəlirəm 7 eləyir. 4 çıxanda 3 qalır. Yəni doğru cavabımız olacaq bizim A variantı.